Deməli, müəllimlər, bugünkü mövzumuz çox maraqlı, kurikulumun deyərdim, əsas mövzularından biri olan taksonomiyadan, idrak taksonomiyasından sizə danışacağam. Bu il müsahibə mərhələsində də, istər miqdə olsun, istər sertifikasiya mərhələsində də olsun, taksonomiya ilə bağlı çox maraqlı, situativ suallar ünvanlanmışdı ki, kim əgər vaxtında hazırlaşmışsa, situasiyaları düzgün dəyərləndirib cavab verə bildilər. Başlayaq müəllimlər dərsimizə. Qoyun sizə PDF-i ötürüm. Hər kəs PDF-i görsün. Bircə saniyə müəllimlər. Hər kəs görə bilir PDF-i müəllimlər. Bəli. Yaxşı. Mən kimlərin adını çəksəm, xahiş edirəm ki, imkan varsa görüntünü də aça bilərsiniz. Yoxdursa da eviyə. Amma çalışın, siz müəllimsiniz, o kompleksi yenmək üçün görüntünü açın, müzakirələrdə aktiv iştirak edin. Bu dərsi YouTube-dan da keçə bilərdi. Mən Zoom dərslərini daha çox tərəfdarıyam ona görə ki, müəllimlərlə daha çox ünsiyyət qurmaq olur. Sual-cavab edirik, müzakirələri aparırıq. Deməli, müəllimlər, taksonomiyadan danışacağıq. Taksonomiya nədir? Bax, ilk öncə gəlin bunu öyrənəyək ki, biz hər hansı bir informasiyanı əldə edəndə gərək o dərsin mahiyyətini birinci anlayaq. Taksonomiya Yunan, ekranda da görürsünüz, burada qeyd olunubdur. Yunan mənşəli söz olmuşdur. Qayda ilə qanunvericiliyə uyğun düzülüş deməkdir. Bunun ən sadə tərifi müsahibə mərhələsində də, bax, bunu mən hər zaman bu tərifi deyirdim ki, öyrənin. İstənilən bir prosesin, müəllimlər, sadədən mürəkkəbə doğru zəncirvari inkişafı deməkdir. Bax, bir daha təkrar edirəm. Taksonomiya İstənilən bir prosesin sadədən mürəkkəbə doğru zəncirvari düzülüşü deməkdir. Bu da bizim ən sadə tərifimizdir. Ümumiyyətlə, taksonomiya 3 sahəni əhatə edir. İdraki sahəni, emosional sahəni və psixomotor sahəni. Taksonomiya ilk dəfə Benjamin Bloom'un adı ilə bağlı olmuşdur. Zəhmət olmasa mikrofonları bağlayın ki, səslər qarışmasın. 3 sahəni əhatə edir. Bax, özünüzdə mütləq müəllimlər qeydlər götürün. Bundan sonra dərslərimiz mütəmadi olacaq. Çalışdığım qədər tez-tez canlılar açacaq. İdraç sahə, emosional sahə, psixomotor sahə. İndi bunların hər biri haqqında növbəti dərslərdə danışacağıq. Bugün sizə keçəcəyik idrak taksonomiyasından və Benjamin Bloom'un adı ilə bağlıdır. Gəlin müəllimlər, bax, belə deyək. Bax, idraki sahə dedik, qısa məlumat verəcəm. İdraki sahə nədir? İnsanın beynidir. Yəni, bütün proseslər beyində baş verir. Deyir, nə bir şagirdin, ümumiyyətlə, insanın nə bildiyini və nə düşündüyünü göstərir. Biz bu günləri nə bilirik, nə düşünürük, necə düşünür? Bax, bütün proseslər insanın beynində baş verir. Bu olur idraki sahə. Emosional sahə isə, müəllimlər, adından da göründüyü kimi hisslərlə, duyğularla bağlıdır. Buna sadə dildə desək, emosional taksonomiya bərabərdir ürək. Yəni, ürək işidir. O bizim bir milli filmimizdə də var. Rəhmətli Yaşar Nuri gəlir səhnədə, deyir, oynayırlar, rəqs edir. Deyəsən, bəyin oğurlanması filmindədir. Deyir, nə çatmır? Deyir, emosiya çatmır. Yəni, hiss verə bilmir. Bax, emosiya nədir? Hisslər, dəyərlərdir. Üçüncü, psixomotor sahədir ki, bu da hərəki bacarıqları öyrənir. Yəni, nəyi necə yerinə yetirəcəyimiz, hansı fəaliyyətlərlə yerinə yetirəcəyimizidir. Bax, bu 3 sahə ilə bağlı qısa məlumat verirəm. İndi keçək idrak taksonomiyasına. İlk öncə müəllimlər, Allah rəhmət eləsin. İndi bəzilərimiz bu rəhmətlikləri bəyənmirik, yorucu gəlir bizə. Taksonomiyadan danışırıqsa, biz Benjamin Bloom'un kim olduğunu bir qısa bilməliyik. Ki, adam əziyyət çəkibdir, bax, bu taksonomiyanı ərsəyə gətirmişdir. Benjamin Bloom, müəllimlər, Yahudi əsilli Amerikan bir professor və pedaqoq olmuşdur. 1913-cü ildə Amerika Birləşmiş Ştatlarında anadan olub, 99-cu ildə vəfat etmişdir. Bir çox elmi əsərləri var idi ki, onun da ən məşhuru, bax, elə bu taksonomiya olmuşdur ki, bunu da Chicago Universitetində çalışdığı dövrdə 1956-cı ildə yazıb ərsəyə gətirmişdir. Bu, Benjamin Bloom nə deyir, müəllimlər? Deyir ki, biz hər hansı bir fəaliyyəti öyrənmək istəyiriksə, biz onun ən sadəsindən başlayıb, zamanla mərhələ-mərhələ onu mürəkkəbə doğru inkişaf etdirməliyik. Əgər biz pilləkənin, deyək ki, nərdivanın ən yüksək zirvəsinə çıxmaq istəyirsə, biz birdən-bir atlanıb ora çıxa bilmərik. Bunun üçün
gedir hə. Yəni nərdivanın ən yüksək zirvəsinə, o pik həddinə çıxmaq istəyiriksə, biz birdən-birə ora atlana bilmərik. Yəni biz aşağıdakı o basamaqlardan çıxmalıyıq. Bunun sadə izahı budur. Benjamin Bloom deyir ki, biz dərsi şagirdə öyrədəndə də biz birdən-birə vurma, bölmə, nə bilim, sinus, kosinus öyrədə bilmərik. İsim, feil, sifət öyrədə bilmərik. Gərək biz birinci hərfi tanıdaq. Söz bilsin, cümlə bilsin, daha sonra toplamanı, çıxmanı bilmək üçün gərək rəqəmləri öyrənsin. Bax, proseslərin sadədən mürəkkəbə doğru öyrənməsi deməkdir. Bu da rəhmətliyin şəklidir. Dedim, bəlkə sosial şəbəkələrdə, həm internetdə görsəniz, tanıyın. Müəllimlər, bax, Benjamin Bloom bu taksonomiyanı dediyimiz kimi 1956-cı ildə universitetdə, Chicago Universitetində yazıb hazırlamışdır. Və bunun nəzəriyyəsi dünyanın bir çox ölkələrində qəbul olundu. Bilirsiniz ki, elm hər dəqiqə inkişaf edir. Günü-gündən müasir elm inkişaf edir və elə bir zaman gəldi ki, artıq bax, Benjamin Bloom'un yazdığı bu taksonomiya müasir elmin tələblərinə cavab verə bilmirdi. Və belə bir halda 2001-ci ildə yenə Amerikalı alim pedaqoq olan Andersonla Kraslov, onu da xüsusilə qeyd edeyim ki, Anderson Bloom'un öz tələbəsi olmuşdu. Kraslov isə həm iş yoldaşıdır, həm də elm yoldaşı olmuşdu. Bu ikisi 2001-ci ildə müasir elmin tələblərinə cavab verən taksonomiyanı ərsəyə gətirdilər. Yəni, Bloom'un taksonomiyasını təkmilləşdirdilər. Və təkmilləşdirəndən sonra ona hörmət əlaməti olaraq bunun adını elə Bloom'un adı ilə saxladılar. Yəni, öz adlarını qeyd eləmədilər. İndi mən sizə sual verəcəm. Bax, bu dəyişikliklər nədən ibarətdir? Burada Tunzalə müəlliməni görürəm. Tunzalə müəllimə, sizcə bax bu taksonomiyada Andersonla Kraslov hansı dəyişikliyi elədilər? Bir məlumatınız var bununla bağlı? Tunzalə müəllimə. Kim cavab vermək istəyər müəllimlər? Kim könüllüdür, belə ürəklidir? Kim deyə bilər ki, bax, sizcə bax, bu son dəyişikliklər nədən ibarət olmuşdur? İndi içimizdə bir ürəkli, bir məlumatlı müəllimimiz yoxdur, bir çıxsın desin. Bax, sizcə bu dəyişikliklər nədən ibarət olmuşdur? Salam. Salam. Bəxtiyar müəllim. Təqdim edin, buyurun. Mehranə müəllimə. Burada Anderson Kraslov səhv eləmirəmsə feillərlə ifadə etmişdi. Yəni əgər bu Benjamin isimlə məsələn anlama deyirdisə, amma Anderson Kraslov anlamaq feillərlə ifadə edirdi. Afərin, müəllimə halaldır sizə, əhsən. Həm də yerin dəyişmişdi müəllim deyəsən. Orada elə bir birinci yaradıcını dəyərləndirməklə yaradıcının yerin dəyişdi. Yeganə müəllimə, çox doğru qeyd elədiniz. Afərin, çalışın belə müzakirələrə qoşulun. Bu sizin özünüzün müəllimsiniz. Siz nitqinizi, müzakirə qabiliyyətinizi də inkişaf etdirmiş olacaqsınız. Bəli, əhsən müəllimlər sizə. Mən indi cədvəli sizə təqdim edirəm. Deməli, solda, diqqətlə baxın müəllimlər, solda nə görürsünüz? Solda 1956-cı ildə Benjamin Bloom'un yazdığı taksonomiyanı görürük. Gəlin, baxaq görək burada nə idi? Bilmə, anlama, tətbiq, təhlil, sintez, dəyərləndirmə. Mikrofonları zəhmət olmasa bağlayaq ki, səslər qarışmasın, sual verəndə açarsınız. Deməli, solda gördüyümüz Bloom'un taksonomiyasıdır. Lakin 2001-ci ildə dediyimiz kimi dostu və iş yoldaşı müasir elmin tələblərini nəzərə aldı, bunu dəyişdi. Gəlin görək nə dəyişdi. Çox müəllimə düzgün qeyd elədi. Səhv eləmirəmsə Mehranə müəllimə idi. Bir də yeganə müəllimə dəyişikliklər qeyd elədi. Diqqət edin müəllimlər. İsim feillə əvəz olundu. İndi bunun ismi feillə əvəz eləmək bizə nə verdi, nə qazandırdı, onu da deyəcəm. Və son iki mərhələni gördüyünüz kimi sintez, dəyərləndirmə və yaxud da yaratma, bunların mərhələlər yerini dəyişdilər. Bax, indi sual yarana bilər ki, bu iki dəyişiklik taksonomiyada bizə nə qazandırdı? Gəlin bunun izahına baxalım müəllimlər. Birinci növbədə isim feillərlə əvəz olundu. Bunun sadə izahını belə deyəcək ki, burada artıq insan, yəni şagird öyrəndiklərini yalnız faktoloji bilik olaraq əzbərləmək yox, öyrəndiklərini artıq
fəaliyyətə çevirib tətbiq etməlidirlər. Baxın, diqqət edin, bu dəyişiklik nədən ibarətdir? Yəni, ismin feillə əvəz olunması bilik olaraq qalmır öyrəndiklərimiz. Biz bunu artıq praktiki olaraq fəaliyyətimizdə göstərə biləcəyik. Birinci əsas dəyişikliyimiz bu oldu. İkinci dedik, son iki mərhələnin yerini dəyişdi. Özümüz də bunun üçün bir xüsusi akademik biliyə sahib olmağa gərək yoxdur. Biz özümüz də məntiqlə bir fikirləşəndə görürük ki, baxın, yenə şəkilə qayıdacağım. Deyir ki, insan bir şeyi, məsələn, mən qələm yaradıram, düzdür? Bunun deyirdi, gəlin bunu birinci yaradaq, sonra oturaq dəyərləndirək, görək, bu yaratdığımızı kim istifadə eləsin? Amma Anderson Kraslov bunun tam əksini elədi. Dedilər, yox, biz əgər bu qələmi yaratmaq istəyiriksə, mən elementə bir nümunə göstərirəm. Gərək biz bunu öncədən dəyərləndirək. Mən nə yaradıram? Bu yaratdığım əşyadan kim istifadə eləyəcək? Hansı məqsədlə istifadə eləyəcək? Necə istifadə eləyəcək? Bunları nəzərə alaraq, bunların mərhələsinin yerini dəyişdir. Belə deyək də, baxın, ən sadə nümunə deyim. Günü-gündən bilirsiniz ki, bu smartfon telefonlardır, iPhone-da, Samsung-da və s. markalar. Görürsünüz, hər il öz modellərini yeniləyirlər. Yəni, iPhone-u tutaq ki, ən son modeli 17 çıxıb, düzdür? Onu birdən-birə 17 çıxartmadılar ki. Bax, görürsünüz, köhnə modellərin üzərindən dəyərləndirmə apardılar ki, görək, orada hansı çatışmazlıqlar var, hansı nöqsanlarımız var və daha çox sadə bunu necə ən mükəmməl formada düzəldə bilək? Bax, dəyərləndirdi, onun ən mükəmməlini yaratdılar. Bax, bunu da Anderson Kraslov bu son iki mərhələni dəyişərək sübut elədi ki, insan bir fəaliyyəti göstərəndə birinci dəyərləndirməlidir. Belə deyək də, elə bilin ki, rayona gedirsiniz A məntəqəsindən B məntəqəsinə. Gedib ora çatandan sonra fikirləşirsiniz ki, mən indi nə edəcəm burada, hara gedim? Amma insanın bir planı olanda, yəni əvvəlcədən düşünürsən ki, mən filan rayona gedəndə filan məntəqəyə gedəcəm, o qohuma deyəcəm, bu qohuma. Birinci planını qurub ondan sonra yaradırıq. Bax, son iki dəyişiklik bundan ibarət idi və həqiqətən də görürsünüz ki, çox üzr istəyirəm, müəlliməm. Müəllimlər, Bloom taksonomiyasının indi gəlin biz mərhələlərinə baxır. Bir dəqiqə müəllimlər, üzr istəyirəm. Çox üzr istəyirəm, müəllimlər. Ev adam gəlib bir dənə bunda. Bilmiyorum, adını bilsem ne oldu? Allah. Oynamadım, ateş. Dərsə baxıram axı. Yani sen Dərsə baxıram. Get at ondan elə. Allah. Müəllimlər, çox üzr istəyirəm. Qapı döyüldü. Deməli, müəllimlər, gəlin indi, bax, bura qədər dərsin belə deyək, əsas hissəsi bundan sonra başlayacaq. Sadəcə taksonomiya ilə bağlı bəzi vacib məlumatları biz bilməliyik. İndi gəlin, müəllimlər, taksonomiyanın, yəni idrak taksonomiyasının mərhələlərinə baxalım. Hər kəs ekranda görür, özünüzdə də bunu qeyd edirsiniz. 6 mərhələdən ibarətdir, müəllimlər. Bax, bayaqlarım nə dedik? Proseslərin sadədən mürəkkəbə doğru zəncirvari inkişafı. Bax, bu nərdivanın başında nə yazılıb? Yaratmaq. Biz bu mərhələyə çatmaq üçün özündən əvvəlki hər bir mərhələni şagirddə formalaşdırmağı bacarmalıyıq. Yəni, tutaq ki, deyək, burada tətbiq etmə olmasa, bax, deyək ki, bu olmasa, biz növbəti mərhələyə keçə bilməyik. Nərdivan kimi düşünün də, elə bilin ki, bir basamağı yoxdur, biz yuxarı çıxa bilərikmi? Yox. İndi gəlin, baxağın görək, hansıdır? Birinci mərhələ, müəllimlər, bax, ilk üçlük olur aşağı təfəkkür forması. Onu özünüzdə qeyd edin. 1, 2, 3 müəllimlə. Bax, bu üçü olacaq aşağı təfəkkür. Bu üçü olacaq yuxarı təfəkkür. ATS, YTS də testdə qarşımıza belə çıxacaqdır, çaşmayaq. Yadda saxlamaq, anlamaq, tətbiq. Bu üçü aşağı səviyyədir. Yadda saxlamaq,
anlamaq, tətbiq. Gəlir təhlil etmək, dəyərləndirmək, yaratmaq. Biz bax bu ilin müsahibəsinə hazırlıq ərəfəsində təəssüflər olsun ki, biz müəllimlərlə müzakirə aparan zaman bəzən bunların yerlərini səhv sayırdılar. Bəzən görürsən ki, heç saya bilmirdilər. Ona görə tədris ilinin əvvəlində biz bunu mükəmməl öyrənməliyik və bunu pedaqoji fəaliyyətimizdə də tətbiq etməliyik. Deməli, 6 mərhələ oldu. Hansılardır? Yadda saxlamaq, anlamaq, tətbiq. Təhlil, dəyərləndirmək, yaratmaq. İlk üçü nə olur? Aşağı təfəkkür forması. Bu isə yuxarı təfəkkür forması. Nə deməkdir müəllimlər? Anlaması, qavraması, o qısa sadə dildə belə deyim də, o zəif uşaqlar ki deyirik ya. Bax, zəif uşaqlar bu aşağı təfəkkürdədir. Bu ilk üçüdür. Yuxarı təfəkkür isə akademik nailiyyətləri yüksək olan şagirdlərdir. Aydın oldu. Müəllimlər, indi birazdan bax sizdən soruşacağım ha bunların hamısını. Davam edirik müəllimlər. Gəlin, indi birinci mərhələmiz bizim nədir? Yadda saxlamaq mərhələsi. Birinci mərhələdən danışaq. Yadda saxlamaq nədir müəllimlər? Adından da göründüyü kimi insanın yaddaşına, hafizəsinə əsaslanan bir mərhələdir. Bax, biz hazırki mərhələdə mən danışıram, siz özünüz üçün orada sakit dinləyirsiniz, qeydlər aparırsınız və öyrəndiklərinizi yadınızda saxlayırsınız. Yəni, yadda saxlama mərhələsi faktoloji biliyə əsaslanır. Bax, bu şeyləri mən özümdən danışmıram ki. Bunlar var da, faktdır. Bu taksonomiyanı yazan var, mərhələləri yazan var. Mən bunu sizə çatdırıram. Yəni, siz hazır informasiyanı öyrənirsiniz. Yəni, Bəxtiyar müəllim burada özündən nələrsə demir, nəsə özündən əlavələr aparmır. Yəni, hazır informasiyanı sizə çatdırıram və siz də hazır informasiyanı öyrənmiş olursunuz. Və sonraki mərhələlərdə siz yadda saxlama mərhələsində əldə etdiyiniz bilik, bacarıqları xatırlayaraq, yada salaraq öyrənəcəksiniz. Gəlin, indi bunun cədvəldə bir sadə, gözəl izahına baxaq müəllimlər. Cədvəli ümid edirəm ki, yaxşı görə bilirsiniz. Bax, yadda saxlama mərhələsinə uyğun feillər hansılardır? Tanımaq, bir dənə vacib bir şey deyim ki, feillərlə bəzən görürsən ki, mən dərsliklərdə, sosial şəbəkədə görürəm, deyirlər ki, feilləri əzbərləyin, elə tapın. Bəli, feilləri əzbərləmək lazımdır, amma hər testdə feillərlə tapmaq olmur. Bəzən görürsən qarşımıza elə situasiya çıxır ki, buradakı feil başqa bir mərhələyə aid ola bilər. Buna diqqət edir. Bax, tanımaq, seçmək, xatırlamaq, sadalamaq, təkrarlamaq, tapmaq, stat gətirmək, bu kimi feillər hamısı nədir? Bax, görsən, hazır informasiyadır. Yadda saxlama mərhələsinə. Adətən yadda saxlama mərhələsi müəllimlər hansı situasiyalarda olur? Tarixi hadisələrdə, yerlərdə, şəxsiyyətlərdə, yəni bir sözlə belə, terminlərdə, bir sözlə belə deyim də, hazır informasiyadır. Bu faktoloji bilikdir. Özümüzdən heç nə eləmirik. Buna gəlin nümunə ilə daha yaxşı baxaq. Mən sual verirəm, məsəl üçün. Deyirəm ki, bax, burada gördüyümüz nümunə. Xəqani Şirvani nə vaxt anadan olub? Mən nə bilim nə vaxt anadan olub? Mən o olanda yanında olmamışam ki. Mən bunu hardan öyrənmişəm? Dərslikdən öyrənmişəm da. Sağ olsun müəllimim bunu mənə dərsdə öyrədib ki, Xəqani Şirvani 1126-cı ildə anadan olmuşdur. Görsən, faktdır. 1128 deyə bilərikmi bunu? Yox. Faktdır bu. Adam anadan olduğu tarixdir və hazır informasiyanı mənə öyrədiblər. Mən bu sualı neynədim? Fikirləşdim, düşündüm, yadıma saldım və cavab verdim. Deməli, mən burada hansı bilimi, xatırlamanı yadıma salaraq, yəni bir hazır informasiyanı öyrəndim. Burada nümunələr çoxdur. Misal olaraq deyir, Qasım bəy Zakir ən çox nə ilə məşhur idi? Təbii ki, biz indi Qasım bəy Zakiri, burada filoloqlarımız varsa onlar daha yaxşı bilərlər. Qasım bəy Zakir tənqidləri ilə məşhur idi. Yəni, tənqidi düşüncələri ilə, tənqidi yazıları ilə məşhur idi. Bunu mən özümdən demirəm ki, bunu tarixdir da, bu adam öz əsərlərində tənqidi yanaşmasına. Bax, görürsünüz, hamısı nəyə əsaslanır? Faktoloji biliyə. Futbol üzrə ilk dünya çempionatı nə vaxt keçirilmiş? 1930-cu ildə. Bunu mənə kim öyrədib? Müəllimim öyrədib. Və yaxud da hansısa hazır informasiyanı özüm öyrənmişəm. Azərbaycan prezidenti kimdir? Cənab Prezident İlham Əliyev. Yəni, bunu mən dəyişmədim ki, nə də özümdən demirəm. Hazır informasiya. Bax,
yadda saxlama mərhələsi ən sadə birinci mərhələdir. Bax, biz birinci mərhələni özümüzdə və yaxud da şagirddə formalaşdırmasaq, növbəti mərhələlərdə uğurlu ola bilmərik. Ona görə hər bir mərhələni mükəmməl öyrənməliyik və özümüzdə formalaşdırmalıyıq, eyni zamanda şagirdlərimizdə. Baxın, burada nümunələrimiz var. Yadda saxlama mərhələsinə uyğun tapşırıq nümunələrimiz var. Gəlin onlara baxaq. Şagirdə deyirəm ki, şeirli əzbərlə. Bax, şeir görsən faktdır. Yazılıb, hazır informasiyanı ötürürəm. Məsələn, riyazi düsturu xatırla. Deyirəm, Pifagor teoremi nədir? O da şagird də deyir ki, düz bucaqlı üç bucaqda hipotenuzun kvadratı katetlərin kvadratları cəminə bərabərdir. Bax, mən bu teoremi neçə il əvvəl öyrənmişəm. Riyaziyyatla da heç bir əlaqəm yoxdur. İndi müəllimlər varsa deyər də, bəlkə də olsun tərifi düz demədim. Neylədim müəllimlər? Xatırladım. Neçə il bundan əvvəl öyrəndiyim bir düsturu görsüz indi dedim. Saha düsturu olsun, nə bilim, və s. Bax, görürsən, faktoloji biliyə əsaslanır. Yadda saxlamaq mərhələsi budur, müəllimlər. Çox sadə bir mərhələdir. Əzbərləməyə, faktoloji biliyə əsaslanan bir mərhələdir. Amma bu hər zaman elədirmi? Yox. Hər zaman faktoloji biliyə əsaslanır deyə bilmirik. Bəzən görsən ki, elə situasiyalar çıxar qarşımıza, situasiyaya görə bu dəyişə bilər. İkinci mərhələmiz nə idi? Aytac Muradlı, mən unutdum. İkinci mərhələ bizdə nə idi? Aytac Muradlı. Nə mərhələsi idi? Anlamaq. Afərin. İkinci mərhələmiz nədir, müəllimlər? Anlama səviyyəsidir. Bax, bunu sadə cümlə ilə izahını verəcəm. Bax, yadda saxlamaq dedik nədir? Hafizəyə, yəni yaddaşa əsaslanır. Hazır informasiyanı əzbərlədim. Anlama mərhələsi isə yaddaşa deyil də məntiqə əsaslanan bir mərhələdir. Bax, mən özüm bu günlərim indi sizə dərs izah edirəm və yaxud da Allah sizlərə ömür versin. Siz məktəbdə şagirdə ixtisasınıza uyğun hansısa bir mövzunu izah edirsiniz. Müəllimlər, kim kitabdakını nöqtə vergül əzbərləyib danışır, izah edir? Heç kim. Məsələn, bu günlərim fizikadan yerin cazibə qüvvəsindən danışırıq. Fizika müəllimi orada kitabda olduğu kimi əzbər danışırmı? Xeyr. Özü necə anlayıb, başa düşübsə, özü anladığı şəkildə qarşı tərəfə ötürür. Mən bugün sizə Bloom'un idrak taksonomiyasını özüm necə əzbərləmişəm, necə anlamışam, başa düşmüşəmsə, o səviyyədə də sizə izah edirəm. Yəni, insan anlama səviyyəsi nə oldu? Öyrəndiklərimizi, bildiklərimizi faktoloji biliyə əsaslanırıq. Bax, bunu mən öyrənib yadda saxlamasam, bugün sizə izah verə bilərəmmi? Yox. Görsən, faktoloji biliyə. Buyur, Ləman müəllimə, sualı olan əl qaldırsın. Nəsə sualınız varsa? Yoxdur. Kimin sualı olsa müəllimə, orada əl işarəsi var, onu qaldırsın, söz verəcəm. Deməli, anlama nə oldu? Hafizəyə deyil, məntiqə əsaslanan bir mərhələdir. Konseptual bilikdir. İndi inşallah növbəti dərslərimizdə biliyin növlərindən də danışarıq ki, bax, bu dərsi biri-biri ilə əlaqələndirəndə biz artıq bilək. Bu chat bölməsinə baxın, burada yazılar var, nədirsə bilmirəm. Eybi yox. Yaxşı müəllimlər, anlama mərhələsini bildik nədir? İndi gələn buna aid növbəti izahlara bax. Anlama mərhələsinə uyğun feillərə baxırıq. İzah etmək, nümunə gətirmək, hər hansı bir nəticəyə gəlmək, təsnif etmək, təsvir etmək, misal olaraq. Burada bir çox misallar verilib, indi buradan da deyəcəm, özümdən də deyəcəm. Deyir, epik və lirik növün fərqi nədir? İndi içimizdə burada filoloqlar var, Azərbaycan dili müəllimləri var, onlar daha yaxşı bilir bunu. Mən birinci nəyi bilməliyəm? Epik növ nədir? Lirik növ nədir? Bax, bunları bilməsəm, fərqini izah eləyə bilərəmmi? Yox, gərək biləm də. Toplama ilə çıxmanın fərqi nədir? Gərək bilim ki, toplama nədir? Yəni, toplama odur ki, üst-üstə gələndə artır. Yəni, bu çoxalana doğru gedir. Çıxma deyəndə azalır. Bax, bunun fərqini izah eləyə bilirəmsə, deməli, mən anlama mərhələsindəyəm. Məsələn, deyir, əsəri oxuyun, nəticə çıxarın. Bugünkü gün sual verirəm sizə. Leyli Məcnun əsəri nədən bəhs edir? Bax, Leyli Məcnun sadə bir sual verirəm. İndi biz durub o boyda əsəri burada danışası deyilik ki, Leyli Məcnun əsərini ümumiləşdirərək
5-10 cümlə ilə özümüzün bildiyi, başa düşdüyü şəkildə ifadə eləyəcəyik. Yəni sevgim Leyli Məcnun əsəri sevgidən, saf sevgidən bəhs edən bir əsərdir. Kimin əsəridir, nədir? Bax, bunları qeyd edirik. Qısa şəkildə, öz anladığımız şəkildə və s. Bax, bu da bizim olur nə? Anlama mərhələsinin. Bizə deyildim axşamınız xeyir olsun. Bax, burada nümunə tapşırıqlar var. Deyir ki, Molla Pənah Vaqifin Hayf ki yoxdur şeiri ilə bağlı fikirlərini ümumləşdirir. Baxın, nə etməliyəm? Mən birinci gərək Hayf ki yoxdur şeirini biləm. Deyir, Kür qırağının əcəb seyrəngahı var, Yaşılbaş sonası Hayf ki yoxdur. Mən şeiri bilməsəm, şeiri əzbərləməsəm, bu hansı mərhələdir? Əzbərləmək hansı mərhələ olacaq? Kim deyər? Bax, şeirdir. Molla Pənah Vaqifin Hayf ki yoxdur şeirini. Mən onu əzbərlədim. Bu hansı mərhələdir? Birinci xatırlamaq lazımdır. Xatırlamaq. Ay, Sonra anlamaq lazımdır. Afərin. Deməli, yadda saxlama. Mən bunu yadımda saxlamasam, burada o bir bəndi deyə bilərəmmi? Yox. Hə, deyir, Kür qırağının əcəb seyrəngahı var. Yaşılbaş sonası Hayf ki yoxdur. İndi mən bir bəndini dedim. Xatırlama mərhələsi. Görsən, işə düşdü. Amma mən indi deyirəm ki, deyir, onunla bağlı fikirlərini ümumiləşdir. Bu şeirdə nə deməkdir? Mən danışıram şeir haqqında ümumi öz sözlərimlə. Şeirin mahiyyətini necə anlamışamsa, bax, onu sizə çatdırıramsa, Xəyalə müəllimə ekranı yazmayın. Deyəsən, müəllimə də mənim kimi istifadə edə bilir. Bu hə, bax, öz sözlərimizlə izah edə bilirəm. Məsələn, burada deyir, iki rəsmi müqayisə elə. Hər hansı, bax, əlimizdə bir iki rəsm əsəri verilmişik. Bunu müqayisə elə deyirəm. Gərək bu rəsmlər arasında bir bağlantının olduğunu anlayam, rəsmləri biləm, bundan sonra öz izahımı verə biləcəm. Bax, bu da bizim nə olur? Anlama mərhələsi. Deməli, anlama mərhələsini nümayiş etdirmək üçün biz hansı mərhələni mükəmməl bilməliyik? Birinci xatırlamalı, sonra anlamalı. Xatırlama olmasa, o nərdivanın, belə deyək də, basamağın birincisi nədir? Yadda saxlamaq. Yadda saxlamaq olmasa, mən bu günlərin bu şeiri və yaxud da izahı verə bilərdimmi? Xeyr. Və yaxud da siz gedib məktəbdə, şagirdə dərs izah eləyə bilərsinizmi? Xeyr. Köhnə öyrəndiklərinizə istinadən danışırsınız. Bu da oldu bizim nə? Anlama mərhələmizdir. Taksonomiyada bizim, belə deyək də, bir dəyişiklik olubdur. İndi onu da sizə deyəcəm. Bu 2-3 il olardı. 2022 ya 23-də bir dəyişiklik oldu. İndi ona da toxunacaq. Üçüncü mərhələmiz nədir, müəllimlər? Tətbiq etmək. Heç kim dərsdən ayrılmasın. Sonra maraqlı situasiya testlərimiz var. Tam yeni testlərdir, hətta yeni kitabımızdan olan testlərdir, belə deyək. Onu birlikdə sizlə işləyəcəyik. Üçüncü mərhələ tətbiq etmək mərhələsidir. Tətbiq etmək nədir, müəllimlər? İndi biliyin növlərini bilənlər bilir. Prosedural bilik. Tətbiq edirəm, hərəkət edirəm. Bax, yazı yazıram. Görsən, yazdım, tətbiq elədim. Hərəkət var, prosedural bilikdir burada. Hərəki bacarıq var. Bax, bu mərhələdə anlama mərhələsindən sıx əlaqəlidir. Əgər anlama mərhələsini başa düşməsək, misal üçün deyirəm, düzbucaqlı üçbucaqda deyirik ki, hipotenuzun kvadratı katetlərin kvadratlar cəminə bərabərdir. Bax, mən bunu yadımda saxlamasam, bunu anlamasam, düsturu hər hansı bir misalda mən tətbiq eləyə bilməyəcəm. Görsən, hamısını niyə deyirik? Tərifində də xüsusilə vurğuladım ki, sadədən mürəkkəbə doğru zəncirvari şəkildə, o zənciri necə ki bir halqası qopanda zəncir qopur, burada biri formalaşmasa növbəti mərhələni biz başa düşə bilməyəcəyik. Tətbiq etmək budur. Bax, tətbiq etmək mərhələsi anlama mərhələsi ilə sıx əlaqəlidir və öyrəndiklərimizi praktiki olaraq fəaliyyətə. Hətta xatırlayırsınız, dedik ki, o iki dəyişiklik olmuşdu, isim feillərlə əvəz olundu. Bu da nə idi? Əzbərləmək yox, tətbiq etməyi, praktiki təcrübəni bizə əsaslandırırdı. Bax, son dəyişiklik, yəni təkmilləşmiş taksonomiyadan danışırıq. Gəlin, müəllimlər, indi bunun feillərinə baxaq. İcra etmək, həyata keçirmək, həll etmək, hesablamaq, sınamaq, yerinə yetirmək, səhnələşdirmək, qurmaq və s. Feillər çoxdur, müəllimlər. Burada bir hissəsini vermişik. Bunu ən gözəl nümunə ilə necə tapacağıq?
Bax, deyirəm ki, bir otaqdır. Uşağa deyirəm ki, ay uşaq, bu otağa, məsələn, metlaq vurulmalıdır yerə. Hesabla bura görək nə qədər metlaq işlənəcək. İndi baxı deyirdim, dəyişiklik olub. Bax, indi bunu diqqətlə qulaq asın. Əgər müəllim, diqqətli olun, qeydlərinizi götürün, müəllim özü istiqamət verirsə, anlamaq olacaqdır. Şagird özü bildiyi yolla həll eləyəcəksə, bu tətbiq olacaqdır. Bir daha deyirəm, əgər müəllim istiqamət verəcəksə ki, bax bu üsulla, bu olacaq anlamaq. Yox, özüm bildiyim kimi həll eləyəcəm, bu olacaq tətbiq mərhələsi. Şagird nə edir? Bax, məsələn, baxır otağa, deyir ki, bura metlaq vurulmalıdır. Mən burada nə düsturundan istifadə eləyəcəm? Bax, metlaq tapıram, ərazini hansı düsturdan istifadə olunur? Sahəni tapmalıdır müəllim, sahə. Bax, görsən mən demirəm. Bax, özünüz qərar verdiniz. Deməli, mən birinci otağın sahəsini tapmalıyam da. Sahə düsturunu yadıma salacam, tapacam. Sahə düsturuna uyğun olaraq enini uzunluğuna vuracam. Buranın belə deyək, yerin kvadratını hesablayacam ki, misal olaraq. Bura 15 kvadrat metr metlaq lazımdır. Bax, mən gördüm, demədim ki, sahə düsturundan istifadə edin. Əgər mən desəydim ki, Bəxtiyar, sən sahə düsturundan istifadə eləyərək bu otağın sahəsini tap, bu nə olacaq? Anlamaq müəllim. Ay yaşa, ay maşallah. Deyirəm ki, plan düsturdan istifadə edərək tənliyi həll elə. Bu nə olacaq müəllimlər? Hatırlayacaqdır. Anlamaq. Bax, mən deyirəm ki, plan Müəllim düsturdan istiqamət verir də, istifadə yəqin edərək anlamaq onda. mən istiqamət verirəm. Ha, düsturu da mən deyirəm. Bu nə olacaq? Anlamaq. Anlamaq. Afərin sizə. Yox, əgər heç bir, deyirəm abala, get bu tənliyi həll edin. Onda Şagird gəlir, tətbiq başı etməkdir. tutur, başını tutur belə, başlayır öz bildiyinə. Tətbiq etmək. Tətbiq edir. Ay maşallah. Tətbiq. Allah. Bax, fərqi budur, dəyişiklik budur. Müəllim və yaxud da fərqi yoxdur. Müəllim demirəm. Yəni, istiqamət verilirsə, onun dediyindən eləyirəmsə anlamaqdır. Mən öz bildiyimlə, məsələn, indi bayaq deyirəm ki, otağı hesablayırım. Deyirəm ki, eni bu qədərdir, uzunu bu qədərdir, sahə düsturundan istifadə elə. Bu nədir? Anlamaq. Eni var, uzunu var, sahə düsturunda deyiblər mənə. Bir də var, nə necə? Deyirəm ki, buranı hesabladım. Mən gəlirəm, heç sahə düsturu falan. Metrəni əlimə alıram, dartıram, o baş bu baş. Özüm metrəliyirəm. Mənə də belə rahatdır. Sənə nəticə lazım deyil, nəticəni mən belə tapıram. Bu nə olacaq? Tətbiq. Yəni, özüm istədiyim formada eləyirəm. İstəyir metrə ilə ölçürəm, istəyir nə bilim, nə ilə ölçürəm. Tapıram, verirəm. Bu sənə nəticə lazım. Bu olur tətbiq. Aydındır müəllimlər? Ümid edirəm ki, sadə dildə izah edirəm ki, tam aydın nümunələrlə başa düşə bilək. Məsələn, gəlin burada nümunəyə baxaq. Deyir ki, oxuduğunuz dialoqu səhnələşdirin. Deyir ki, əsərdən hər hansı bir əsərin qəhrəmanlarının dialoqu var. İki qəhrəman orada bir-biri ilə danışır və indi müəllim nə deyir? Deyirəm ki, ay nə gözəl, sən indi tutaq ki, deyirəm, Qaçaq Kərəmi, sən isə filan qəhrəmanın dialoqunu səhnələşdir. Biri olacaq Qaçaq Kərəm, onun dediklə. Neynədir? Bunu praktik olaraq görsən səhnələşdirir, tətbiq edir və bu olur nə? Hansı mərhələ olacaq? Müəllim istiqamət verir də yenə. Danışın, utanmayın, çəkinməyin. Tətbiq mərhələsi müəllim. Siz auditoriya qarşısına çıxacaqsınız. Bəyən Bəxtiyarın səhvi olmur. Bəyən o Bəhkədən təlimçilər səhv eləmir. Hamımızın səhv ola bilər. Səhv eləməkdən çəkinməyin. Bunu deyərəm birdən səhv olar. Ayıbdır. 70 müəllimin içində bir deyərlər bunu. Hamımız səhv eləyirik. Müzakirələrə qoşulun, səhv eləməkdən utanmayın. Belə-belə öyrənəcəyik. Məsələn, burada nümunəyə baxaq. Yaş məsələsini həll elə. İndi riyaziyyatı bilənlər, riyaziyyat müəllimlərimiz daha yaxşı. Yaş məsələsini mən bildiyim qədərilə bir neçə üsulla həll eləmək olar. Onda tətbiqdir də. Orada prosedural elə bil hər icra var da orada prosedural. Tətbiq. Prosedural. Tətbiq. Burada tətbiqdir. Deməli, öz başına məsuludursa, müəllim, öz başına nəsə eləyirsə, bu tətbiq olur. Yox, istiqamət verib düstur, hazır əlinə nəsə verirsənsə, onda olur nə? Anlamaq. Anlamaq. Afərin müəllimlər. Görürsünüz nə maşallah, nə gözəl başa düşdük. Və deyirəm, yaş məsələsini həll elə.
İndi burada Bu içimizdə tətbiq riyaziyyat edir müəllimi də. varsa, Uşaq onlar tətbiq edir. riyaziyyat Artıq müəllimləri daha. siz- Onun bir neçə yolla həll eləmək olar. Bax, mən Tətbiq eləcə bir etmək. kəlmə deyirəm, get həll elə. Adam cavabı tapır, gətirir. Daha nə tərə həll edir, özü bilər. Bu tətbiqdir. Amma deyirəm ki, konkret falan X qaydaya əsasən Hə, yaş bu anlamda. məsələsidir. Anlamaq. Olacaq, anlamaq. Bax, budur. Deməli, anlamaq bir də nə oldu? Öz sözlərimizlə izah edirik. Şeirdir. Məsələn, mən deyirəm ki, Səməd Vurğunun Azərbaycan şeirində ay filan kəs nə demək istəyir? Məsələn, deyirsən ki, Azərbaycan şeiri şeir kimi əzbərləmirəm, amma öz sözlərimlə sizə çatdırıramsa, bu olacaq anlamaq. Ümumiləşdirmək, bax, bu da olur anlama mərhələsi. Tətbiq isə praktik olaraq yerinə yetirəcəyik. Kimin nə sualı var bu 3 mərhələ ilə bağlı? Sual yoxdur. Nə gözəl. Var, mənim sualım var. Hə, buyur. Mənim də sizə suallarım olacaq. Gözləyirəm. Buyur sualınızı. Kim də özünüzü təqdim edin. Samirə müəllimədir. Çox gözəl. Buyur Samirə müəllimə. Bayaqları siz bundan harasa 1-2 dəqiqə əvvəl qulaq asırdım. Onda dediniz ki, tətbiq anlamaqla nəysə bir dənə misal çəkdiniz. Orada biraz tuta bilmədim. Hansısa misalda xatırlamaq deyildi. Anlamaqla tətbiqdə. Tətbiq ola bilər. Bəli. Anlamaqla, bax, bu yeni qaydaları izah edirdim ki, yeni bu 2 ildir, 3 ildir bir dəyişiklik elədilər. İndi bilmirəm bu rəhmətlik ölən Nəzir Əhməd. Bu rəhmətlik bulumu bizim təhsil institutu bax qəbrində belə-belə fırladırlar. Hər il bir şey çıxardırlar. Bu özü də sağ deyil ki, tutub soruşasan ki, sən burada nə demək istəyirdin? Müəllimə, bax, tətbiqlə anlamağım budur. Onu demək istəyirəm ki, əgər dəyişiklik nədir daha doğrusu? Biz situasiyaya baxırıq, diqqətlə dinləyirik. Situasiyada istiqamət varsa, yönləndirilirsə, bu nə olacaqdır Samirə müəllimə? Anlamaq. Ay, sağ ol. Anlamaq dediniz bayaqlar. Müəllim yönləndirirsə anlamaq. Ancaq Ay, özünün bayaqlar müəllimlər də qeyd ediblər ki, hətta siz də vurğuladınız, hansısa öz məhsuludursa, öz beyninin məhsuludursa, bu isə tətbiq. Bu isə tətbiqdir. Bəli, bu olacaq tətbiq. Proseduralla eyni olacaq da onda. Afərin, bəli, prosedural bilikdir. İnşallah növbəti dərsdə sizə çalışacağam ki, biliyin növlərinin də izahını verim ki, inteqrasiya eləyəndə başa düşək onu. Onda bu öz yolunu tapır da, belə deyə, proseduralda deyil, metodu, yolu. Bu bəli, bəli, öz bildiyinə. Mən tapşırıram ki, Samirə müəllimə, misal üçün, filan tənliyi həll elə. Mənə maraqlı deyil, Samirə müəllimə hansı üsuldan istifadə edəcək? Adam gedir, həll eləyir, doğru cavabı gətirir. Bu nə oldu? Qoy Samirə müəllim özü cavab versin ki, öz yoludursa, burada o artıq tətbiqdir də. Afərin. Nə gözəl başa düşmüsünüz. Əla. Mən desəm ki, Samirə müəllimə, bax, filan üsuldan istifadə elə tənlikdə. Bu olacaq anlamaq. Anlamaq. Orada siz istiqamət verdiniz. Bəli. Müəllim, belə bir sual verim. İxtisas fərqli olsa, məsələn, mən informatika müəlliməsiyəm də. Buyur, ixtisasınıza uyğun bir nümunə. Mən ümumi deyirəm ki, sadə. Bu adətən riyazi məsələlərdə. Məsələn, riyazi hesablama coğrafiyada da var, informatikada da var. Məsələn, riyaziyyatda elə bir mövzu var, onu Azərbaycan dili müəllimi bilmir. Müəllim də ona istiqamət göstərir, ancaq o özü tətbiq edə bilmir. Bəs bu? Sualınızı anlamadım. Necə bir dənə zəhmət onu təkrarla? Yəni ki, belə bir şey deyim də, siz deyirsiniz ki, müəllim istiqamət verirsə və tətbiq edirsə, onda necə deyim, siz dediniz ki, tətbiqdir də, müəllim istiqamət verirsə, Müəllim özü istiqamət verirsə anlamadır. Anlamadım. Müəllim, məsələn, istiqamət verir, amma yenə də insanın özü, tələbənin özü edə bilmirsə, onda bəs o? Hə, bu başqa şeydir. Bunun mərhələyə aidiyyəti yoxdur. Mən istiqamət verirəm, adam həll eləyə bilmirsə, deməli bunda nə yoxdur hələ? Bunda nə anlama formalaşmayıb, nə yadda saxlamaq. Bax, məsələn, informatikada dediniz, düzdür? Bir tapşırıqdır, sadə bir nümunədir ki, biz də başa düşək. İndi sizin ixtisası biz bilmirik. Sadə bir tapşırıq deyin bir dənə zəhmət olmasa. Brainwave-yə aid olan şeylər, mövzular hansıdır? Yəni Brainwave-yəni hansı? Brainwave-yə Rəhmətli nəvəsi elə bir mövzu set bir adını deyə bilək də, biz sadə bir şey denən biz də bilirik. İnformatika mövzusu nə ilə bağlıdır? Heç onu deyin. Bax, mən informatika özü nədir? Bunu anlaya bilmirəmsə, başa düşməm. Yəqin ki, siz dərsi keçəndə başa salırsınız da şagirdə ki, informatika nədir, nədən bəhs eləyir.
Mən informatika nədir və nədən bəhs eləyir bilmirəmsə, məndə hansı mərhələ formalaşmıyor? Anlamaq. Heç ümumiyyətlə, bəli, gərək anlama mərhələsi üçün mən nə etməliyəm? Gərək oxuyam, yadımda saxlayam. Anlamalısan. Xatırlama. Yadda xatırlama və yaxud da digər adından yadda saxlamaq da deyə bilərik. Deməli, görürsən... Yadda saxlamaq üçün birinci başa düşmək lazım deyilmi? Yəni, birinci başa düşürsən, sonra başa düşdün, yadda saxlayırsan... Birinci öyrənirsən. Birinci öyrənirəm. Yadımda saxlayıram. Yadımda saxlayandan sonra onu anlamağa çalışıram. Bax, yadımda elə şey var ki, əzbərə bilirik. Bugünkü gün mən, məsələn, elementar sadə misal deyirəm. Bax, bildiyim bir şeydən, Pifagor teoremini, bayaqdan görürsünüz, adını əzbərə danışıram. Amma desələr, bəxtiyar ki, Pifagor teoreminə bir sadə misal həll elə, bilməyəcəm. Niyə bilməyəcəm sizə? Çünki anlama mərhələsi formalaşmıyor. Mən onu sadəcə yadımda saxlamışam, əzbərə bilirəm. Amma bilirsiniz, bunu anlamırsınız. Yəni, əzbəriniz var, amma başa düşmürsünüz, anlamırsınız. Ay yaşa, əzbərim var, anlamam. Mən məsələn... Deklarativ bilikdir da, deklarativ bilik gedir. Afərin, mən məsələn müəllimlərlə dərslər, indi məni tanıyanlar bilir də. Bax, dərsi danışıram, izah verirəm, sual verirəm, hamıya aydın oldu. Deyir, bəli. Deyirəm, hə, indi bir nümunədir. Əgər nümunə deyə bilmiriksə, deməli biz bunu anlamamışıq. Bu qədər sadədir. Nümunə deyə bilən adam, deməli mahiyyətini başa düşüb anlayırdı. Onu tətbiq edir, nədir? Nümunə deyə bilmirsən. Başa düşdüm. Sağ olun. Başqa kimin nə sualı var? İndi başa düşdüyümüzü testlərdə görəcəm. Görüm necə başa düşdük. Yaxşı, gəldik növbəti mərhələmiz təhlil etmə mərhələsidir. Hə, bu ilk üçün nə oldu? Ləman Səfərova, bu ilk iç mərhələyə biz nə dedik? Hansı səviyyə dedik? Yadda saxlama, Aşağı. anlamaq, bir də tətbiq etmə. Bəli. Buna nə deyirik biz? Aşağı təbəkkür səviyyəsi. Yəni, Rosenstein nəzəriyyəsində inşallah onu da keçəndə görəcəyik. Rosenstein deyir ki, oxumayan şagird yoxdur, öyrətməyən müəllim var. Deyir, öz izahını necə verir? Hətta deyir ki, a'dan ən sadə mürəkkəb bilikdə hamı alim professor ola bilməz ki, hamı müəllim ola bilməz, hamı hüquqşünas ola bilməz, hamı nə bilim doktor ola bilməz, həkim ola bilməz və s. Bax, ona görə deyirəm. Deyir ki, hərənin öz səviyyəsində sadədən mürəkkəbə. Deyir ki, məsələn, oxumayan şagird deyir, filan kəs oxumur, kitab üzü açmır. Rosenstein deyir ki, ən sadə şəkildə izah eləsən, öz səviyyəsində o da nəyəsə öyrənəcək. Bu üç səviyyəni formalaşdıra biləcək. Buna deyirik nə? Aşağı təfəkkür forması. Biz bunu mükəmməl öyrənməliyik. Çünki gələcəkdə təlim üsulları var. Biz orada Bloom kubu deyəcəyik. Bloom kubu deyəndə biz avtomatik bilməliyik ki, Bloom kubu nədir? Yəni, Bloom taksonomiyasının mərhələlərinə uyğun kubun neçə üzü olur? 600 olur da. Onun 600-ünə bu səviyyələrə uyğun sual yazılır. Bax, bunu bilməsək, onu da bilməyəcəyik. Yaxşı, müəllimlər, təhlil etmək nədir, müəllimlər? Təhlil etmək, yenə əvvəl dediyimiz kimi, özündən əvvəlki mərhələ ilə sıx əlaqəlidir. Təhlil etməyin nəticəsi sizcə nə ola bilər? Deyir, ən vacib məqamları incələmək, diqqət edin. Faktlara əsaslanmaq. Bax, ən çox testdə səhv eləyirlər, tətbiqlə təhlili qarışdırırlar və yaxud da dəyərləndirmə ilə qarışdırırlar. Hansısa verilmiş fakta əsaslanıramsa, mən sənə seçimlər verirəm. Mənim verdiyim seçimlərə, yəni faktlara əsaslanıramsa, bu olacaq təhlil etmək. Bax, sizə xırda ipucu verirəm növbəti testlərimiz üçün. Verilən mətnə əsasən, yəni faktuda mətndən götürəmsə, bu təhlildir. Gizli məqamları ortalığa çıxmaq, qərəzli düşüncəni və s. və ən əsasını, başqasının mövqeyini üzə çıxartmaq təhlil etmədir. İndi gəlin nümunələrlə baxaq. İndi xahiş edirəm, kimin adını çəkəcəmsə, o cavab versin ki, səslər qarışmasın. Feillərimizə gəlin baxaq. Hisslərə ayırmaq, hissələrə daha doğrusu ayırmaq, əsas vacib məqamları vurğulamaq. Bir neçə məqam ola bilər, amma onların içindən əsasını vurğulamaq. Nümunə ilə deyəcəm. Bax, deyirəm ki, 2-ci Qarabağ müharibəsinin başlamasının əsas məqamı nə idi? Günay Cəfərova. Sualım Günay Cəfərovayadır.
Günay müəllimə, bax, 2-ci Qarabağ müharibəsinin başlaması bir çox məqamlar var idi. Amma bunların Bəli. içindən biri ən vacibi idi. Hansı idi sizcə? Ən vacib olan Misal üçün, deyək ki, Tovuz cavab döyüşləri. idi. Deyək Bəli, ki, Tovuz Tovuz döyüşləri. döyüşləri, Allah şəhidlərimizə rəhmət eləsin, Bəli. cənab generalın şəhid olması və digər zabitlərin şəhid olması, belə deyək ki, türklər demiş, bardağı daşıdan o son damla oldu. Bax, Bəli, ən vacib cavab məqam idi o o. idi. Amma buna qədər o qədər şəhid vermişik, o qədər atışma olub, o qədər atəşkəs pozulub. Görürsən, Bəli. bunların içindən ən vacibini seçdik. Neynədir Bəli. siz? Təhlil elədiniz. Bax, buna Təhlil nə elədik. deyəcəyik? Amma Təhlil verilmiş bir fikrə əsasən təhlil elədik. Bəli. Buradan öz fikrimi, yəni özüm bir şeyə baxıb çıxartmadım. Mənə verilən bir şeydən kiminsə fikrinə və yaxud da fakta əsasən təhlil çıxartdım. Bəli, Bu ən təhlil vacib etmək. məqamların, bax, Bəli. verilənlərin içindən ən vacibi nə idi? Bəli. Onu qeyd elədiniz, bu oldu bizdə nə? Təhlil Təhlil. etməyin mərhələsi. Bir, ən uyğun, bax, bu feillərə biraz diqqət edin ki, testdə çox köməyinizə çatır. Ən uyğun, ən səmərəli olanı tapmaq. Müqayisə eləyirəm. Bax, indi müqayisə etmək, diqqət eləyin. Və kim dərsə yaxşı qulaq asırsa ki, müqayisə etməyi biz anlamaqda da demişdik. Müqayisə edib ən uyğununu, situasiyaya uyğun, ən uyğununu seçəndə bu gəlir nə olacaq? Təhlil etmə olacaq. Təhlil olur. Bir var, ümumiyyətlə müqayisə eləyirəm. Seçmirəm. A ilə B-ni müqayisə eləyirəm. Məsələn, bu qələmlə bu qələmlə müqayisə eləyirəm. Amma mənim üçün ən vacibi müqayisədən sonra ən vacibi hansıdırsa onu seçirəmsə, bu olacaqdır təhlil etmək mərhələsi. Bəli. İndi gəlin burada dəyərləndirmə ilə ən çox qarışdırılır. Bunu da deyim, müqayisəli izah edəcəm dəyərləndirmə. Mən deyim müəllim onu. Hə, kimi daha özünüzü təqdim edin, deyin. Elə mən idim, Günay müəllimə. Hə, buyur. Təhlil etməklə dəyərləndirmənin fərqi ondadır ki, təhlil etmədə hansısa verilən fakta əsasən biz təhlil edirik və oradan götürürük. Orada ən əsas fikri fakta əsasən deyirik. Amma dəyərləndirmədə isə öz fikrimizə uyğun olaraq öz fikrimizi dəyərləndiririk. Yəni mən bildiyim İndi mən də bir sadə izahını təqdim edeyim müəllimlərimizə aydın olsun. Siz düz başa düşmürsünüz. Gəlin belə eləyin. Bax, deyirəm ki, elə kim bu indi bir başqa müəllimin adını çəkək. Bu görə kimlər var burada? Məsələn, bu bizə də səbirli olun bir müəllim. Vəsilə müəllimə var. Vəsilə müəllimə. Mən Zoom dərslərində yenə deyirəm, istəyirəm müzakirələrə qoşulun, sakit dinləməyin. Vəsilə müəllimə. Bəli, müəllim. Bəli, Şirin. Bax, sizlə davam edəcək bir maraqlı nümunə. Leyli Məcnun əsərini yəqin ki, eşitmişsiniz. İndi oxumasaq da eşitmişik də. Sizcə Leyli Məcnun əsərində Nizami Gəncəvi nə demək istəyirdi? Bax, o əsərlə nə demək istəyir? Ben sual verirəm. Sizə Nizami Gəncəvi o əsərlə nə demək istəyir? Nəyi tərənnüm eləmək istəyir? Əsl sevgini tərənnüm eləyirdi də. Saf, təmiz, ülvi eşqi tərənnüm eləyir. Yəni, hər kəs sevgisinə Leyli qədər, Məcnun qədər sadiq olmalıdır. Qarşılarına çıxan heç bir maneə baxmadan mübarizə aparmalıdır sevgisi uğrunda. Nizami Gəncəvi bunu tərənnüm eləyirdi. Bax, sizcə, bu Vəsilə müəllimənin düşüncəsidir. Məsələn, burada Etibar bəy var. Etibar bəyə görə amma bu yox, bu belə deyil. Bu nə olacaq sizcə? Bax, indi biz hansı mərhələnidir siz dediniz? Bax, sizcə belə... Dəyərləndirmədir də. Aferin. Bax, dəyərləndirmə ilə təhlildə nə deməli? Başqasını... Daha mən də çaşdırdım. Yox, indi qulaq az. Başqasının mövqeyini üzə çıxarıramsa nə olacaq? Təhlildir. Təhlil. Sizə deyirəm, bax, diqqət elə. Sizcə Nizami Gəncəvi nə demək istəyirdi? Sizcə deyirəm. Mən müəllimin mövqeyini dəyərləndirirəm də. Başqasının mövqeyini üzə çıxarıramsa, Nizami Gəncəvinin mövqeyini soruşuramsa, bu nədir? Təhlil. Deyirəm ki, sizcə deyəndə nə olacaq? Dəyərləndirmə. Dəyərləndirmə mən. Mənim axşamınız xeyir. Axşamınız xeyir Azad bəy.
Bax müəllimə bir daha deyirəm. Başqasının mövqeyini deyirəm ki, filan əsərdə məsələn deyək ki, hansı bir qəhrəman adı deyim mənə, indi əsər yadıma düşməyəcək. Məsələn, Koroğlu dastanından danışırım. Deyirəm ki, Koroğlu dastanında Koroğlu bax belə igidlik göstərir, nə bilim, nə eləyir. Bax, burada Koroğlunun məqsədi nə idi? Bu nə olacaq? Dəyərləndirmə. Xeyr, Koroğlunun deyirəm məqsədi nə idi? Koroğlunu soruşur. Təhlildir müəllim. Ay sağ. Deyirəm ki, bax Koroğlu özünü dağa daşa vurur, mübarizə aparır. Bu Koroğlunun məqsədi nə idi? Koroğlunun mövqeyini soruşuram. Ha, diqqətli olun. Desəm ki, sizcə sənə görə Koroğlunun məqsədi nə idi? Bu olacaq dəyərləndirmə. Bax, çox incə bir məqam var, onu tutmaq lazım. Yəni qiymət verir də, dəyərləndirir o Ay deməkdir. sağ ol. Sonra müəllimlə bax, iki yoldaş gedirsiniz film seyr ediyorlar. Filmdən çıxandan sonra yoldaşınız sizə sual verir ki, məsələn, axırıncı dəfə hansı filmə baxmısınız? Tutaq ki, deyək ki, nə bilim, Titanicə baxmısınız. Mənim də nümunələrim hamısı aşdandır. Titanic filmində deyirəm ki, siz bax, oradakı baş rolun qəhrəmanı Jack idi də, səhv eləmirəmsə. Siz, bax, Jack özünü, niyə, nə bilim, belə deyək, özü də əslində xilas ola bilərdi də. Jack niyə özü suda qaldı, sevgilisini o, nə bilim, dəmir üstünə çıxartdı taxtdan sonra. Jack'in mövqeyini, Jack'in fikrini soruşuram. Ay, sağ ol. Amma siz soruşsaq ki, sizcə niyə Jack özünü qurtarmadı, onda da o şey dəyərləndirmədir. Ay, yaşa, bəli. Əslində deyirəm ki, sizcə Jack o filmdə əslində, belə deyək də, o qayığa da düşmüşdü, indi baxanlar bilirdi, əslində o xilas ola bilərdi. Sizcə niyə xilas olmadı? Bax, bu nə olacaq? Ay, yaşa. Bu olacaqdır nə? Dəyərləndirmə mərhələsi, maşallah. Özüm daha çox sizə nümunələr deyirəm ki, tam belə deyək, o praktiki beynimizdə formalaşsın. Bura qədər sualı olan varmı müəllimlər? Müəllim, mənə də zəhmət olmasa sual verərdiniz. Mən ən çox onları ilə qatıram ki, heç başa düşmürəm onları. Siz kimsiz bilmirəm axı. Ayşə müəllimə. Ayşə müəllimə, lap yaxşı. Ayşə müəllimə, sizə nə sual verim? Sual yoxmuş. Yaxşı, belə bir sual verəcəm. Səməd Vurğunun Azərbaycan şeirini yəqin ki, eşitmişsiniz. Hə. Azərbaycan şeirini yazmaqla Səməd Vurğun nə demək istəyirdi? Heç kim deməsin, bu Ayşə müəllimə cavab verəcək. Səməd Vurğun nə demək istəyir? Əgər belə başa düşdüm ki, müəllim, Səməd Vurğunun özünün fikirlərini deyiriksə, yəqin ki, bu təhlil olar. Mənim öz fikrimi soruşursa, bu dəyərləndirmədir. Ay, maşallah. Amma yəqin ki, demə. Bax, müsahibəyə hazırlaşan müəllimlərlə dava qırğınım nə idi? Səhv etmirəmsə, deyəsəm, belə olma, bu kimi ifadələri işlətməyin. Ya var, ya yox. Ortalıqda heç vaxt olmuyor. Bəli, afərin sizə, düz başa düşmüsünüz. Səməd Vurğunun mövqeyini soruşuramsa, Allah ona da rəhmət eləsin, gözəl şairimizdir. Onda bu olur təhlil etmək. Desəm ki, Ayşə müəllimə, sizcə Səməd Vurğun burada nə demək istəyirdi? Sizcə deyirəm. Artıq Ayşə müəllimin fikri maraqlıdır, Səməd Vurğunun fikri yox. Onda dəyərləndirmədir də. Bəli, o zaman olacaq. Mən niyə test götürürəm, həmişə bilmirəm. Onun üçün bizim dərslərə qoşulmalısınız. Hə, qoşulmuşam mən dərslər noyabrda inşallah. İnşallah. Qoşulmuşam sizlə Gülər müəllimin qrupunda da, noyabrın 1-dən olan qrupdan. Prosta indi mən özüm müəlliməyə qoşulmuşam. İnşallah. Bizim dərslərimiz iki formatda olacaqdır. Gülər müəllimə ilə YouTube-da da keçəcəyik. Plus YouTube qrupuna da əlavə Zoom dərsləri, müzakirə, sual-cavablar olacaq. Elə bir o əlavədir. Bir də sırf mənim özümün Zoom dərslərim olacaqdır ki, məsələn, adam var ki, Zoom-da keçmək istəyir, bu şəkildə canlı danışmır, sizdə YouTube-da biraz danışmaq olmur. Amma YouTube qrupuna da əlavə Zoom dərsi keçəcəm, onu da deyim, onu da biləsiniz. Nəysə, onun sonra verərəm. Bura qədər ümid edirəm ki, izah elədik. Son bir mərhələmiz qaldı, adını unuttum. Sonuncu nə idi görəsən? Yaratmaq. Dəyərləndirməni bildinizsə, sonuncu mərhələ
Nərdivanın o ən yuxarıdakı zirvədə olan pilləsidir. Yaratmaq mərhələsi ən ali səviyyədir. Bu mərhələyə qısa bir zamanda çatmaq olmur müəllimlər. Bunun üçün bax bundan əvvəlki 5 mərhələni biz elə formalaşdırmalıyıq özümüzdə ki, gələk yaratmaq mərhələsinə. Yaratmaq yaradıcı təfəkkürə əsaslanır. Adından da görünür ki, nəyisə yaratmaq, ərsəyə gətirmək. Məsələn, tərtib etmək, icad etmək, ixtira etmək, plan qurmaq. Nümunələrə bax, deyirəm ki, məsələn, su ehtiyatının, bilirsiniz ki, şirin su ehtiyatı günü-gündən azalır. Bax, şirin su ehtiyatının qorunması üçün yeni bir plan hazırla. Bu planı kim hazırlaya bilər? Əlbəttə ki, yaratmaq mərhələsində olan insan hazırlaya bilər. Yəni, o planı hər adam, deməli, o planı hazırlamaq üçün bu adam yadda saxlamağı bilməlidir. Yəni, birinci mərhələni. Ki, şirin su ehtiyatı nədir ümumiyyətcə? Sonra onu anlamalıdır ki, şirin su ehtiyatı bizə niyə lazımdır? Sonra onu şirin su ehtiyatlarını təhlil eləməlidir, tətbiq eləməlidir, dəyərləndirməlidir və sonda bunlardan keçəndən sonra yaratmaqdır. Bəli, plan hazırlaya bilər. Yəni, məsələn, deyək ki, hər hansı bir şeir var, deyirəm ki, bu şeirə musiqi bəstələr. Nə olacaqdır? Yaratmaq mərhələsi. Yaratmaq mərhələsi adətən bu, belə deyək, yaradıcı təfəkkürü yüksək olan insanlarda olur. Məsələn, bu görsən, bəstəkarlar musiqi bəstələyirlər. Siz ya mən musiqi bəstələyə bilərikmi? Yox. Görsən, onun səviyyəsində biz deyilik. Gərək onun üçün biz notu bilək, nə bilim, nəyi bilək, musiqidən bir anlayışımız olsun. Yoxsa anlayışı olmayan adam musiqi bəstələyə bilərmi? Xeyr. Yaratma mərhələsi də dediyim kimi. Məsələn, burada nümunələr var. Mövzuya uyğun deyək, şeir yaz. Nə bilim, şeirə uyğun musiqi bəstələ. Deyirəm, problemin yeni həll yolunu, bax, diqqət edin, testlərdə düşür. Deyirəm, problemin yeni həll yolunu tap. Həll yolları var, amma mən yeni həll yolunu tapıramsa, deməli, nədir bu? Yaratmaq mərhələsindədir. Bu da bizim çox sadədir, bunun dərin izahına ehtiyac yoxdur, nümunələrdən də görürsünüz. Gəlin müəllimlər, nə deyirsiniz, test işləyək. Hə, işləyək müəllim, çox sağ olun. İndi hamının dəftəri, qələmi olur yanında. Bir otururuq. Bax, mən də sizin kimi bir vərəq, qələm bu testlərlə. İndi belə eləyirik. Heç kim yerdən danışmır. Çox xahiş edirəm. Yəni, bir-birimizə hörmətimiz olsun, müəllim yoldaşlarımızın sözünü kəsməyək. Mən 15 sual olmalıdır, səhv eləmirəmsə, çox da yormaq istəmirəm, axşamdır. Bir kimin adını çəkəcəmsə, o müəllim izah verəcəkdir. Sonra özüm izah verəcəm. Qoy görə nə başa düşdü bu dərsdən. Məsələn, burada elə kim var burada? Nəzrin müəllimə var. Nəzrin yazılıb, səhv eləmirəmsə. Mikrofonları bağlayın. Nəzrin müəllimə. Buyurun, bax, ekranda gördüyünüz birinci sualı siz cavablandırın. Burada anlamaq mərhələsi olacaq da müəllim. İndi bilmirdi, belə olmasın da, bəs izah eləyim. Mən şəxsən bilmirəm, mən başım çıxmır bu testlərdən. Mən kömək elə, izah ver. Bu iki canlının tənəffüsündə nə kimi oxşar və fərqli cəhətlər var? Bu fəaliyyəti taksonomiyanın hansı səviyyəsinə uyğundur? Oxşar və fərqli cəhətləri olduğundan bizim anlamaq mərhələsində oxşar və fərqli cəhətləri tapırdıq da müəllim. Afərin. Gəl indi nə görürük bu şəkildə iki canlı? Bunun oxşar tərəfləri nədir? Hə, o ikisi də heyvandır da. Biri itdir, biri quş. İkisi də heyvandır, ikisi də canlıdır, ikisinin də ürəyi var, nə bilim, nəfəs alır ikisi də. Bu oxşar tərəflərdir. İndi sadalaya bilərik. İndi burada qısa deyirəm. Fərqli cəhəti nədir? Quş uça bilir, uça bilmir. Quş uça bilir, it uça bilmir. Məsələn, it ət yeyir, amma quş ət yeyə bilmir. Məsələn, və s. Bax, görsən, bunları izah eləyə bildim. Deməli, mən itlə... C variantı olmur, təhlil etmək. Necə? Təhlil etmək niyə olmur ki? Yox, səbirli ol, deyirəm də, bax, oxşar və fərqli cəhətini diqqət edin. Burada verilir, baxın, siz suala baxın.
Baba bizə dəqiqə müəllimə qoy qələmimi Oxşar və götürüm. fərqli cəhətləri deyir var. Bax. Bəs sizə dedim feillərə diqqət edin. Bax, oxşar və fərqli cəhətlərimiz. İndi nə edirəm mən? Gəlin sizə bizə dəqiqə PDF açacağam müqayisəli şəkildə. Tam başa düşəsiz deyən deyirəm. Anlama mərhələsinə. Budurmu anlama? Yox, bu yadda saxlayın. Bax, müəllimə. Bax, görsün bayaqların biz bu anlama mərhələsini izah eləyəndə nə demişdik? Oxşar və fərqli tərəflərini izah etmək, nümunə gətirmək, fərqləndirmək, nəticəyə gəlmək. Bax, bunu normalda belə bu şəkildə, bax, görsən, aydın izahlı verirəm ki, tam fikir formalasın. Gəl, indi testimizə baxın. Gördünüz, oxşar və fərqli cəhətlərini soruşur. Ayrı şey soruşmur ki, məndən. Nə olar? Bunu da anlamasaq, izahını verə bilərdikmi bu gün? Xeyr. Afərin. Deməli, müəllimə sağ olsun, bax, gözəl izahını verdi. İndi ikinci izahımızı bizə versin. Rəna müəllimə var burada. Rəna müəllimə. Müəllim, görünmür axı ikinci sual. Özüm açmıram da, bu görək, sualı görüb qorxmasınlar. Rəna müəllimə qoy açsın. Rəna müəllimə, açın zəhmət olmasa, dərsi dinləyirsinizsə, vaxtımız getməsin. Sizi gözləyirik, hamı sizi gözləyir. Axşamınız xeyir. Axşamınız xeyir. Buyur müəllimə. Ekran gedir. Hansı sual idi? İkinci sual. Uyğunsuzluğu müəyyən edin. Bəli. İnsan həyatında su, hava yoxsa qida bunlardan hansı daha vacibdir? Nə üçün? Faktlar toplayaraq əsaslandırın. Burada ən vacib dediyinə görə təhlil etmək. Doğrudurmu fikir? Nəysə ən vacibini seçirik. Fikir doğrudurmu? Bax, bu nədir? Təhlil etmək. Düzdür? Qarşısından nə yazılır? Doğru. Doğru. Doğru da doğru. Deməli, bu plus. Bizdən nə soruşur? Şərtə baxın, ha, diqqət edin. Uyğunsuzluq, yəni uyğunsuzluğu soruşur. Burada bu ikisi uyğun gəldi. A-dan keçdik. Buyur, B-yə baxın. Sonra var antropogen amil. Amil heyvan nə kimi rol oynayır? Havanın antropogen amil havanın çirklənməsində nə kimi rol oynayır? Bu nə olacaq? Öz fikirlərimi yaratmaq. Anlamaqdır da, anlamaq. Bu yanlışdır müəllim, yanlışdır, düz. Bu da düzdür. Yanlış, bu da düzdür. Düzdür. Anlamadı. Bura nə yazılıb? Yaratmaq. Yanlış, bu da doğrudur. Uyğun gəldi. Bax, görsən, bununla bu uyğun gəldi. Bunu da götürməyəcəm. Bizə lazımdır buradakıyla bu, bax, belə deyil. Bax, belə də həll eləyək. Gəlin sizə belə bir ipucu verim. Bu testləri mən belə deyək, ən çox bəyəndiyim test nümunələrindən biridir. Yəni, bu çox diqqət tələb edən testdir. Bax, bunun ən sadə yolunu sizə belə deyim də. Bura nə yazırıq? Təhlil etməkdir, düzdür? Plus. Burada doğru olduğuna görə plus. Bizə nəyə soruşur? Uyğunsuzluğu. Bu nə oldu? Yaratmaq səhvdir. Qarşısından nə yazdı? Səhv. Deməli, bunlar bir-birini tamamladı, uyğun gəlir. Uyğunsuzluq olanda nə olmalıdır? Plus, minus və yaxud da minus, plus olmalıdır. C variantı. İndi C-yə baxın. Qida əlaqələrinin pozulmasının insan nəslində törədə biləcəyi fəsadlar nə ola bilər? Araşdırın və araşdırmalarınızı əsaslanaraq fikirlərinizi əsaslandırın. Burada əsaslandırmaq fiili öz fikrimizi əsaslandırırıqsa, bu dəyərləndirmə. Bax, canınızı almaq lazımdır. Bayaq dedim. Deyir ki, diqqət elə cümləyə, müəllimə, deyir, araşdırmalarınıza əsaslanaraq, yəni indi gəlirəm. Yox, dayanın. Qoy belə izahını verirəm ki, yəni fakt dediyinə görə yenə təhlil. Bax, bir dəqiqə, müəllimlər, nə deyir? Təhlil olacaq da, nəysə faktlara əsaslanaraq. Gördünüz, faktlara əsaslanaraq deyir. Burada da nə deyir? Araşdırma. Araşdırmamla nəyin əsasındadır? Faktlara əsasən araşdıracam da. Deməli, nədir bu? Bura nə olmalıdır? Təhlil etmək. Deməli, bu hissə nədir? Səhvdir. Düzgün cavab C variantı. C variantı. Afərin. Görsən,
Sonra gəl o birlərinə də baxırıq müəllimlər. Gəl o birlərini də izah elə. Gəl. Deyini oxuyun zəhmət olmasa. Niyə uşaqlar valideynlərinə bənzəsələr də onların dəqiq surəti olmurlar? Yəni valideynlər kopya olaraq eynisi ilə oxşamırlar. Bu da anlamaqdır da mənim. Anlamaqdır da, genetikanı falan bilmək lazımdır ki, səbəbini də bilək də nə görədir. Aferin. Sonra yeyə bax. Şəkilə diqqətlə baxın. Şəkillərin hansının mitoza və hansının meyoza aid olduğunu müəyyənləşdirin. Tutaq ki, bizə bir şəkil verilir. Onların hansı əlamətlərə görə fərqləndiyini izah edin. Nədir? Bu da anlamaqdır, Dəyərləndirməkdir. Fərqləndiririz də, yəni özü. Yoxsa Mitozun meyozun nə olduğunu bilməliyik ki, anlamasaq izah verə bilərikmi müəllimlər? Xeyr, müəllim. Aferin. Növbəti suala baxaq. Buradan kim izah verəcək? Aygün müəllimə qoy izah versin. Aygün müəllimə. Eşidirəm. Buyur, üçüncü sualı. Şagirdlərə biologiyanın müasir tətbiq sahələri barədə araşdırma aparmaq şagirdlər tətbiq sahələrinə dair araşdırmaların elektron təqdimatla təqdim etməlidirlər. Bu tapşırıqda əsasən taksonomiyanın səviyyəsini müəyyən edin. Şagirdlərə biologiyanın müasir tətbiq sahələri barədə araşdırma tapşırılır. Şagirdlər tətbiq sahələrinə dair araşdırmalarını elektron təqdimatda təqdim etməlidirlər. Bu tapşırığa əsasən taksonomiyanın sahəsini müəyyən. Heç kim yerdə deməsin, cavab gözümüzə girir orada. Yox, elə orada. öz fikrimdə əvvəldən tətbiq etməkdə. Özləri şagirdlər, özləri hazırlayırlar da, bu işləri özləri görürlər. Kimsə göstəriş vermir. Öz tətbiqləridir. Onu əsasən də tətbiq etmə. Aferin. Doğru variantımız C variantıdır. Düzdür. Burada var Ləman Mirzəli. Müəllim, bu sualı bir də izah edə bilərsiniz, zəhmət olmasa. Bu sualı? Bəli. Bax, deyir ki, şagirdlərə biologiyanın müasir tətbiq sahələri barədə araşdırma tapşırılır. Tapşırığı vermişəm. Tapşırığım nədir? Müasir tətbiq sahələri. Şagirdlər tətbiq sahələrinə dair araşdırmalarını elektron təqdimatda, bax, elektron lövhədə təqdim etməlidirlər. Bax, deyirəm ki, çıx misalı həll elə lövhədə. Nədir bu? Tətbiqdir də. Bunu elektron da olsa, yazı ilə də olsa kim neyəcək? Burada nə var? Hərəkət var. Tətbiq eləmək var. Olaraq onu tətbiq eləyəcək. Sadəcə fərq nədir? Bunu elektron lövhədə təqdimat eləyirlər. Və ən əsası görürsən, hansı yolu demədi, heç bir. Sadəcə deyirəm ki, mövzunu vermişəm, ged araşdır. Müəllim istiqamət vermədi. Müəllim demədi ki, bu mənbələrə istinadən araşdırma apar. Görsən, yox. Sadəcə deyir ki, mövzunu deyir. Biologiyanın müasir tətbiq sahələri barədə. Vəssalam. Demədi ki, filan mənbədən, bundan, ondan istifadə elə. Desəydi, nə olacaqdı? Anlamaq. Anlamaq, müəllim. Desəydi, görsən, heç nə demir. Mövzunu verir, şagird özü. Hətta elektron qaydada tətbiq edir. Yaxşı, bəyək hansı müəllimən dedim? Ləman Mirzəli dedim, səhv eləmirəmsə. Dördüncü sualımız, sualın genişliyinə. Buyur Ləman müəllimə. Gəlin yazağım. Bax, burada qələm, dəftər bizə mütləq lazım olacaqdır. Birəcə müəllim. Hardan bildin? Sizcə bir variantında işləkdə erkəklik və dişiçilik olmasaydı nə baş verərdi? Anlamaqdır da, bu anlamaq deyil burada. Yox, C deyirsiniz, elə bir testi bizlə bir yerdə yazmışsınız. Mən hələ oxuyub çatdırmadım, siz maşallah testi. Birinciyə baxdım, oradan bildim. Yadda saxlamaq, anlamaq. Sizcə B1 Açar söz sizcədir də müəllim elə dəyərləndirmədə. Yadda saxlamaq nədir? Logika nədir? Afərin. Bu mən nə bilim nədir? Yadda saxlayıb öyrənəcəm də. 4 A-ya gedir.
bir də 6-ya baxaq da gedəyisi. Biologiya nəyi öyrənir? Bir də 6 gedir. Aha, 4, 6 olan cavablarımız da D variantı da var. Hə. A variantı da var. Gəlin nəysə müəllimə. İndi Ləman Mirzəli bir izah ver. Hansı mərhələyə aiddir? Cavab doğrudur. Bəli, C variantıdır. Amma hansı mərhələyə aiddir? İndi izahını ver. Birinci variant yalnız C-də var. Qalan hamısında Yox. yəni C-də Müəllimə, sizin tapdığınız variant səmərəlidir. Yəni çıxdaş eləmə deyirik də. Biz çıxdaş eləyib variantı tapırsınız. O, afərin, alqışlayıram. Mənə lazımdır dərsi necə başa düşmüsünüz? Variant mənə izah edin. O çıxdaş eləmək bəzən səhv də ola bilər. Hər zaman elə olur demirik. Mənə izah edin. Hə, Ləman Mirzəli, izahını verin. Ləman deyiləm. Kimdir? Ləman Mirzəli demişdim, mən bilmirəm. Mən də elə biləm Ləman Mirzəlidir danışan. Və bu Ləman Mirzəli, eşidirsiniz bizi? Yaxşı, danışan kim idi bəyə? Simüzər müəllim. Simüzər müəllimə, siz izahını verin, yaxşı. Mən səhv də deyə bilərəm, çünki ilk dərsimdir mənim. Burada sizcə dediyinə görə dəyərləndirmədir. Çiçəklərin qrup halında toplanılmasının bitki üçün əhəmiyyətini qiymətləndir. Burada anlamaqdır da. Bax, deyirəm. C variantı nədir? Bax, deyirəm. Sizcə deyiriksə, avtomatik nə olacaqdır? Dəyərləndirmə. 2-yə baxın. Bu Simüzər müəllim özü qəşəng izah verir, maşallah. Sonra sizə söz verəcəm. Aha. Burada da qiymətləndir deyir deyə dəyərləndirmədir. Çiçəklərin qrup halında qiymətləndirir. Yəni sən qiymətləndirər. Bəzən görürsən ki, sizcə olmaya bilər, ha. Və görürsən, bəli, bu da doğrudur. Dağ çınarlarında bitkilər çiçəkləyən zaman arı pətəkləri ora daşınır. Burada anlamaqdır. Onu anlamalısan ki, onun sonuna cavab verəsən də. Bəli, biz onu bilirik ki, arı gedir, çiçəyi götürür, nə bilim, neyini. Bunu anlamasaq, izahını verə bilərəmmi, danışa bilərəmmi sizə? Logikada əzbərləmək də yadda saxlamaqdır. Toxumların quruluşu mövzusu ilə bağlı tapşırıqların yerinə yetirərkən sənin üstünlüyün və çatışmazlıqların nə idi? Kimin? Sənin. Dəyərləndirmədir, afərin. Dəyərləndirmədir. Biologiya nəyi öyrənir? O da yadda saxlamaqdır da, əzbərçilikdir o da. Maşallah. Bax, sonra da deyirsiniz, heç nə, birinci dərsdə bilmirəm. Nə gözəl izah verdiniz. Afərin sizə. Yaxşı, könüllü, ürəkli müəllim kim var test izah eləmək istəyən? Mən izah edə bilərəm. Fərqanə Ramazanova. Fərqanə Ramazanova, hamıdan qabaq o dilləndi. Buyur. Aşağıdakı tapşırıq biliyin hansını inkişaf elətdirir? Tapşırıq. Ay, mənim heç nə başa düşmədim mən bundan. Deyir, aşağıdakı tapşırıq biliyin hansı növünü inkişaf elətdirir? Şəkilə baxırıq. Burada nə çətin bir şey var? Şəkildə 1 və 5 rəqəmləri ilə göstərilən hissələri adlandırın. 1 ilə 5-ə baxın. Bax, bizə deyir. Bax, 1-ə bax, bir də səbirli olun da. Yadda saxlamaqdır. Yadda saxlamaqdır məncə. Bir nə, bax, buna nə deyirik? Bax, bu yarpağın, bu ağaçda biz buna nə deyirik? Bir danışında nə olar? Bə dedim, xahiş elədim ki, bir-birimizə hörmətimiz olsun. Müəllimə özü başa düşmür, mən də kömək eləmək istəyirəm. Bax, bunu uşaqlıqdan, heç dərsi, testi qoydum qırağa. Biz uşaqlıqdan bu ağacın ucunda olana nə deyirik? Tomurcuq. Düzdür? Görürsən, yadımızda qalıb da. Görən kimi də o dəqiqə birinci ağlımıza nə gəldi? Bax, deyir ki, 1 ilə 5-i. 1, bu da 5. Nəyə göstərir? Tomurcuğu göstərir. Düzdür? Deməli, bu nədir? Tomurcuq dedimsə, bunu harada? Yadda saxlamışam da. Mən düşünürəm, mən elə bildim ki, bunları məsələn 1C, 2A belə birləşdirir. Yox. Bax, biliyin növü aşağıdakı tapşırıq. Tapşırıq nədir? Tapşırığa baxırıq. Şəkildə 1, 5 rəqəmi ilə göstərilən hissələri adlandırın. 1, 5. Nədir bu? Tomurcuqdur da. Gördün?
Bunun da tumurcuq hardan ağlımıza gəlir? Yadda saxlamışıq da biz. Bəli. Kimsə öyrədib də məktəbdə nə vaxtsa sağ olsun müəllimlərimiz öyrədib. Bax, qorxursunuz amma görsən siz sağ olun. Sonra kim izah vermək istəyir? Müəllim. Adınızı deyin. Müəllimə. Hə, buyur müəllim. Sənə lazım idi bu qədər tez. Deməli, uyğunlaşdırın. Deməli, şagird tropik iqlim qurşağını subtropik iqlim qurşağından fərqləndirən əsas xüsusiyyət. Bu anlamaqdır da, bunu bilir, sonra fərqləndirir, oxşar fərqli cəhətini deyir. Şagird Xəzər dənizi sahilində yerləşən şəhərlərin iqlim, bu anlayır, belə yadda saxlayır iqlimi, onu əzbərdən bilir. Xəritədə vulkanik adaların yerləşən dağların geoloji quruluşunu göstərir. Bu da göstərir. İndi müəllim, bunun iki variant arasında qaldım. Ya tətbiqdir, ya xatırlamaqdır. Burada indi yəqin ki, göstərirsə xatırlamaq olar da. Çünki bilir yerini avtomatik göstərəcəkdir. Bu xatırlamaqdır. Əzbərləyib xatırlayıb göstərir. Azərbaycan çaylarının hidroqrafik xüsusiyyətlərini müqayisə edin. Müqayisə edirsə, bilib müqayisə edir. Bu da anlamaqdır. Yox. Dəqiqə müəllim. Və burada təhlillər vermişdir. Yox. Yazın. Bax, ona görə deyirəm ki, dəftər qələmimiz olmalı. Bax, belə olanda nə edirsiniz? Bax, vərəq götürürsünüz. 1, neçə var? 2, 3, 4 variantımız var da, düzdür? Yazırıq, 1-ə baxırıq. Oxuyuram. Şagird tropik iqlim qurşağını subtropik iqlim qurşağından fərqləndirən əsas cəhətləri müəyyən edir. Müəyyən edirsə, yəni bax, tropik nə? Subtropiki. İki verilmiş faktı bir-birindən müqayisə edir, fərqləndirir və müəyyən edir. Faktlara əsasən müəyyən edir. Təhlil olur. Ay, sağ ol. Təhlil haradadır? Baxırıq, D variantı. Birin qabağına D yazdıq. Çətindir bunu, bax. İqlim qurşağı, subtropik iqlimdən tropik. İki fakt var. Faktlar arasından müəyyən eləyir. Sadə testdir, bax, sadə. Bunu anlamaqla qatdım mən, hə. 2-yə baxırıq. Şagird Xəzər dənizi sahilində yerləşən şəhərlərin xüsusiyyətlərini sadalayır. Hardan biləcəkdir şagird? Yadında saxladıqlarını saxlayır, bəli. Ay, sağ ol. 2-yə nə qoyuruq? A variantı. Baxırıq. Xəritədə vulkanik, bizdə testlər ixtisasa görə yazılır. İndiki yeni test bankımız inşallah elə çıxacaqdır. Hər fəndən biraz uğramışıq. Məsələn, 3-ə baxırdıq da, 3 qoyaq. 3-də nədir? Xəritədə vulkanik adalarda yerləşən dağların geoloji quruluşunu göstərir. Tətbiq edir. Tətbiq edir. Bax, stoldan durdum, tıkır getdim, lövhədə çubuğumu aldım, göstərirəm bir. Neynədir? Müqayisə də təhlil etməkdir də. Və axırıncı yerdə bir dənə qalır, 4. D variantı. Xəritədə baxın, deməli, bizə dəqiqə. 1-ə D, görək tapaq. 1-ə D. Müqayisə edirsə anlamaq deyildir. Anlamaqdır. 2-ə gəldi A. 3-ə D. 4-də B-yə anlamaqdır. C variantıdır. Niyə müəllimlər? C variantı. Bu da B. Mən prosto birinci rəqəmləri yazdım. Bax, sizə belə bir şey göstərəcəm də müəllimlər. Baxın bizə dəqiqə. Bax, görə bilirsiniz, bilmirəm. İndi sizə tərsdə görünə bilər. Bax, bu şəkildə yazın həmişə testləri. Vərəq olsun, ox yazın, istiqamətləndirin. Müəllim, bir dənə şey soruşum, zəhmət olmasa, üzrlü sayın, bölürəm fikirlərinizi. Bu xəritədə göstərmək həmişə tətbiqə gedir, yoxsa nətəri? Məsələn, mən onu niyə əzbərdən bilib onu göstərmir ki, mən onu... Yox, ümumiyyətlə, tutaq ki, yaratmaq mərhələsində olan bir situasiyada olsa, yəni ora qədər olan bütün mərhələlər var. Məsələn, xəritədə göstərirsə, onda yadda saxlamaq da deyək də. Yadda saxlamasa göstərə bilərmi xəritəni? Yox. Və yaxud da anlamasa göstərə bilərmi? Situasiyaya baxdı, deməli, şagird burada neynir? Xəritədə vulkanik adalarda yerləşən dağların geoloji quruluşunu göstərir. Bizim burada diqqət edəcəyimiz ifadə nədir? Göstərir.
Yəni burada nə var? Tətbiq var da. Bir-bir göstərirəm ki, bu buradır, bu buradır. Onu göstərir. Bəs Ona nə zaman görə yadda tətbiq. saxlamalı? Fəaliyyət var. Ortada bir. Müəllimə, biz dedik axı, tətbiq nə ilə bağlıdır? Hansı bilik növündən? Proseduralla bağlıdır. Müəllim, çox Ay, üzr sağ ol. istəyirəm. Bəs bu nə zaman anlamaq olar? Bax, bu xəritə ilə bağlı. Belə yadda saxlamaq olar. Belə ola bilər ki, xəritədə vulkanik adalarda yerləşən dağların adlarını sadalayır. Adlarını sadalayır. Ben ortada çıxıb eləmirəm heç yəni. Elə otururam, deyirəm, falan yerdə. Bunu yadımda saxlayıram, yaddaşa əsaslanır. Və yaxud da istiqam baxırsan da burada göstərir deyə də. Deməli, nə var burada? Hərəkət var, psixomotor fəaliyyətdir. Onu bilik növündən nə olacaq? Prosedural bilik olacaq. İndi elə testlərimiz var. Həm biliyin növünü soruşur, həm nə bilim digər kurikulum məqamları soruşacaqdır. İndi inşallah o testlərimizdə var. Düzdür, bu gün yoxdur. 7-ci testə baxaq, kim işləmək istəyir bunu? Tamam İsmailova var. Bəlkə o müəlliməmiz izah versin. Axşamınız xeyir. Axşamınız xeyir. Buyur. Xəritədə A və B dağ silsilələri göstərilmişdir. A dağında torpaq qırmızı və münbit, B dağında isə qayalı və az məhsuldar göstərilib. Şagirdlərdən soruşulur, hansı dağ kənd təsərrüfatı üçün daha əlverişlidir və səbəb? Burada daha əlverişlidirsə önə çıxardır, yəqin ki, təhlil olar. Afərin. Bax, faktə əsasən eləyir. A və B silsilələrini göstərir mənim. Faktə əsasən təhlil aparır da. Yəni burada görsən, afərin sizə. Doğru cavabımız nə olacaq? D variant. D variant. Afərin müəllim, afərin. Günel Quliyeva. Günel Quliyeva. Fərqanə Ramazanova. Kim izah eləmək istəyir? Könüllü. Mən icra edeyim Fərqanə Ramazanova. Mən eləyim müəllim. Azad müəllim səbirli ol Fərqanə xanımdan sonra. Şagirdlər külək eroziyasını araşdırır. Sınaqlar göstərir ki, torpaq səthi açıq olanda külək torpağı daha sürətli aparır. Bu prosesin təsirini azaldacaq metodlar yeni və fərqli təkliflər. Yeni təklif eləyirsə yaradır da Y variantı. Yeni təkliflər əgər istəyirsə. Afərin. Yeni və fərqli təkliflər hazırlar. Nə olacaq? Yaratmaq. Yaratmaq. Azad müəllim, buyur. Oyda. Elə sağ düşdü ki. Ateist nədir? Azad müəllim. Aşağı təfəkkür deyilsə ilk 3 olanı seçirik də burada. Ateist, bildiyimiz ateist deyil. Ateist, yəni aşağı təfəkkür səviyyəsidir. Aşağı təfəkkür səviyyəsi, hə. Ateistə aşağı təfəkkür səviyyəsi uyğun tapşırıq nümunələrini seçin. 1. Öyrəndiyin məlumatdan istifadə edərək yeni bir layihə və ya məhsul hazırla. Bu yaratmağa aiddir, ona görə aşağı Yaratmağa aiddir. Bax, yeni və fərqli deyirsə bu nə olacaq? Buradan yazıram. Yaratmaq, layihə hazırlamaq. Bu yaratmaq bizə lazımdır. Mətnin əsas ideyasını izah et və digər nümunələri əlaqələndir. Əlaqələndir deyirsə nə olacaq? Anlamaqdır. Anlamasaq izah verə bilərikmi? Xeyr. Afərin. Deməli 2 varımızdır. Aha. Davam edək. Təqdim olunan məlumatları qiymətləndir, üstün və zəif cəhətləri müəyyən et. Müəyyən et deyirsə... Təqdim olunan deyir. Yəni verilmiş faktlar deyirsə bu nədir? Olacaq tətbiq. Bu bizə lazım deyil. Daha doğrusu təhlil. Bizə lazımdır. 4 sonra 1-2-dir. Əsas məlumatları müqayisə et və fərqləri müəyyən edir. Anlamaq. Müqayisə et və fərqlərini müəyyən et. Anlamaq. Bayaq o itlə quşu necə elədik? Müqayisə elədik, fərqlərini dedik. Evet, düzdür. Yox, bizə deyil, əsas məlumatları. Mövzu ilə bağlı cədvəl hazırla və məlumatları qruplaşdır. Bizə deyil, Azad müəllim, bizə deyil.
Bu təhlil deyil. Yox, Azad məni də çaşdırsan. Bu təhlildir. Əsas məlumatlar deyil. Deməli, bu cə veriblər də, özümüzdən demirəm ki, harada bu olacaq təhlil. Dördü götürməyəcəyik. Məni də çaşdırırsan. Bizə ateisti soruşur, yəni aşağı təfəkkürü. Mövzu ilə bağlı cədvəl hazırla və məlumatları qruplaşdır. Mövzu ilə bağlı cədvəl hazırla və məlumatları qruplaşdır deyirsə... Anlamaq mərhələsi. Bax, biz deyək müəllimlər, cədvəl hazırla sözü sizi çaşdırmasın. O bunu cədvəl hazırla desə, bunu nə götürəcəkdik normalda? Yaratmaq. Amma mövzu ilə bağlı deyil. Anlamasaq, məlumatları qruplaşdıra bilərikmi? Bax, görürsən, biz bayaq deyirik, dərsdə xatırlayırsınız, izah eləyirdik ki, plan biliklə bağlıdır, amma hər zaman deyil. Dərsin izahında diqqət elədiniz. Mən bu PDF-i atacam qruplara, baxarsınız orada. Göy rəngdə xüsusilə seçilsin deyə yazmışam. Müəllim, niyə tətbiq götürmürük 4-ü, 5-i? Niyə tətbiq götür? Bax, deyirəm ki, mövzu ilə bağlı cədvəl hazırla və məlumatları qruplaşdır. Mövzunu verdiyimiz üçün, yoxsa? Yox, bizə də mövzu ilə bağlı. Anlayır deyil o. Elə deyil. Anlayır deyil o. Qruplaşdırmaq varsa burada anlamaqdır da. Mövzu ilə bağlı. Deməli, mövzunu neyinibdir? Verilib də, hansısa bir mövzu verilibdir ki, bax, bu mövzu ətrafında elə. İstiqamət verəndə deyirik, nə olur? Anlamaq mərhələsi. İstiqamət, burada konkret, indi burada ümumi misal çəkilir. İndi hər hansı bir şeylə bağlı mövzu verilibdir. Konkret mövzunu da verib. Hətta cədvəldə deyil və qruplaşmanı da deyil. Bu da nə olacaqdır? Anlamaq və... Mərhələsi. Azərbaycan ən uzun çayı hansıdır? Azərbaycanın ən uzun çayı hansıdır? Bu da yadda saxlamaq. Ən çox yadımda qalan Yadda saxlamaq. Niyə? Mənim E variantı 2-5-6. Kür çayıdır da. Bunu mən özümdən demirəm ki, bu faktdır da. 2-5-6. Y variantı. Yaxşı, sonuncu bir sualda izah eləyək. Müəllimlər, siz də yorulmuşsunuz. Bir sual. Kimi izah eləmək istəyib sonuncu sualı? İstəyirsiniz, mən eləyim, müəllim. Adınız nədir? Ayşən. Buyur. Şagirdlər Quba Xaçmaz İqtisadi rayonunda kənd təsərrüfatı sahələrini araşdırarkən görürlər ki, bölgədə tələbətçilik, bağçılıq geniş yayılmışdır. Müəllim şagirdlərdən soruşur, əgər bu rayonun iqlim şəraiti dəyişsə və ya su ehtiyatlarında azalma baş versə, kənd təsərrüfatı sahələrinin gələcək inkişafını necə təsirlənə bilər? Gələcək inkişafı necə təsirlənə bilər? Deməli, bu tapşırıq idrak taksonomiyası. Bir dənə müəllim baxım, deyir ki, diqqətlə, tələsmə, diqqətlə. Deyir ki, əgər bu rayonun iqlim şəraiti dəyişsə, ya su ehtiyatları azalarsa, sizcə əlavə eləsək, onda dəyərləndirmə olacaq. Mən də ona baxım, yoxdur var. Mən gərək sizə bir də o hissəni izah edeyim. Faktlara əsaslanır. Müəllimlər, bax, məni yordunuz. Baxın, deyir, təhlildə nə deyir? Faktlara əsaslanmaq. Testə qayıdıram. Müəllimə, faktımız nədir bizim? Quba Xaçmaz İqtisadi rayonunun kənd təsərrüfatıdır da. Fakt verib də, verilmiş faktdan danışıram. Hətta deyir, bax, suala bax, müəllimin sualına bax. Əgər bu rayonun, hansı rayonun? Quba Xaçmaz. Verir də, yəni verilmiş fakta əsasən olur da, müəllimə. Fakta əsasən olanda nə olacaq? Təhlil olacaq. İpucu gözümüzün önündədir. Bax, ipucu gözümüzün önündədir. Müəllim soruşur, əgər bu rayonun, hansı rayonun, gör neçə cümlə bəyək fakt var. Quba Xaçmaz İqtisadi rayonun kənd təsərrüfatından danışırıq. Deməli, fakta istinadən şagird kənd təsərrüfatı cavab verəcək də, özündən danışmır ki, bu rayondan danışır. Və görürsən, sadədir. Əslində,
çox sadədir. İndi ola bilər indi ilk dərsdir, dərs tam başa düşməmisiniz. Dərsin izahına baxarsınız, orada aydın görəcəksiniz. Müəllim, indi bunu atarsınız bu qruplara təzədən baxarıq buna, Bəli, yoxsa? bəli, əlbəttə ki, bu ödənişsiz dərslərimizdə hər kəs faydalana bilsin deyə Çox sağ olun, müəllim. göndərəcəm. Vaxtınızı aldınız. Burada axı uşaqlardan soruşulur da, uşaqların fikrindən soruşulur ki, necə təsirlənə bilər? O da var. Yoxdur, uşaqdan soruşsa nəyə əsaslanır? Şagird nəyə əsaslanıb cavab verəcək? Məsələn, siz şagirdsiniz, mən də mövcud tutanı gəl ikimizin arasında bir dəyərləndirək. Mən deyirəm ki, Quba Xaçmaz İqtisadi rayonunda kənd təsərrüfatı sahələrini araşdırarkən görürlər ki, bölgədə tərəvəzçilik və bağçılıq geniş yayılmışdır. Mən sizdən soruşuram, hətta deyirəm, bax diqqət, deyirəm ki, üzr istəyirəm, adınız necədir, bir dənə mənə deyin? Simuzər. Necə? Simuzər. Simuzər. Deyirəm ki, Simuzər müəllimə, sizcə, bax hətta sözü vurğuluyuram ha, dəyərləndirmənin feilini. Deyirəm, sizcə bu rayonun iqlim şəraiti dəyişsə və ya su ehtiyatlarında azalma baş versə, kənd təsərrüfatı... Sizcə dəyərləndirməlidir. Yox, laf burada sizcə də deyirəm. Siz nəyə əsasən cavab verəcəksiniz? Bundan yuxarıdakına cümləmizə bax. Suala cavab Bax, mən də burada deyirəm də, fakta əsasən deyirəm ki, bax, faktı da həm rayonu göstərirəm, faktı da deyirəm, iqlim şəraiti dəyişsə, su ehtiyatı azalsa, sən bu fakta əsaslanıb cavab verirsən. Sizcə desəm belə, amma fakta əsasən cavab verirsən. Faktımız nədir? Quba Xaçmaz rayonunda su ehtiyatının azalması, iqlim şəraitinin dəyişməsi. Siz buna əsasən cavab verirsiniz. Ayrı cavab verməyəcəksiniz ki mənə. Fakta əsasən cavab. Hətta çaşdırmaq üçün yaxşı yadıma saldınız. Gərək bu testdə bir sizcə də qoyam ki, qoy təmiz çaşdırsınlar. Amma fakta əsasən deyir. Bildim, sağ olun. Belə müəllimlər, kim nəyə başa düşmədi, kimin nə sualı oldu, buyursun desin. Ödənişli dərslərimiz ayın 1-dən başlayacaq. Ödənişli dərslərimiz, bəli, ayın 1-dən inşallah başlayır. Gülər müəllimə ilə birlikdə keçəcəyimiz qruplar da var. Ayrıca özəl, belə deyək də, Zoom dərslər. Dərslər belə mərhələli şəkildə gedəcək də, yəni ki. Əlbəttə ki, birinci hüquq və vəzifələrdən tutmuş ta sona qədər ardıcı. İndi bu ümumi dərsdir, maraqlı mövzudur deyən istədim izah verirəm. Türkiyə ilə MİQ-in proqramı eynidir, eyni mövzular oxuyacaq. Bəli, hamısı eynidir müəllimə, hamısı eynidir, narahat olmayın. Yəni onların arasında elə bir fərq yoxdur. Sizə fərqi yoxdur kimlə, hansı təlimçi ilə, hansı təhsil mərkəzində hazırlaşırsınızsa, tövsiyəm odur ki, indidən qruplara qoşulun. Gülər müəllimənin qrupuna qoşulmuşam. Nə gözəl, lap yaxşı. Sadəcə tövsiyəm odur ki, tez qoşulun. Yəni, kurikuluma, bax, görürsünüz, dərsdə deyirsən ki, ayda, nə gözəl, asandır, başa düşdüm, amma testlərə gələndə görürsünüz nə qədər tərəddüd edirik. Və bunu dəfələrlə, məsələn, indi başlayan qrupların üstünlüyü nədəndir? Proqramı 2 dəfə rahat şəkildə mənimsəyəcəklər. Adam var ki, kurikulumdan heç bir anlayışı yoxdur, yəni hazırlığı olmuyor. Gəlib, nə bilim, martda, apreldə hazırlığa qoşulur və qısa zamanda onu mənimsəmək olmur. Yəni, qısa bilirsiniz ki, vaxt azaldıqca dərs sayı da çoxalır, çatdırmaq olmur, testlər çox olur. Ona görə tövsiyə edirəm ki, indidən istər ixtisas olsun, istər nə bilim, kurikulum olsun, indidən qoşulun qruplara. Hər birinizə buyuram. Hansı test toplasın? Sağ olun, müəllim. Allah razı olsun. Sağ olun. Test, özümüzün test bankı inşallah yaxın bir, belə deyək də, günlərdə işığı görməlidir. İxtisaslara uyğun test yazılır. Yəni, həm ixtisas, məsələn, diqqət elədinizsə, testlər biologiya və coğrafiyaya aiddir. Yəni, bu, məsələn, biologiya müəlliminin nəyinə lazımdır, geçsin tarixə aid nümunələr olan test işləsin. Yəni, ixtisas olar. Təbii ki, istəyən adam hamısını işləyəcək. Amma riyaziyyat məsələn, riyaziyyatdan olan, bax, mən bayaqlarım daha çox riyaziyyatdan nümunələr deydim, digər müəllimlər biraz başa düşmürdü.
Amma öz ixtisasına uyğun nümunə deyən kimi o dəqiqə anlayır. Və bizim kurikulum testləri də bu şəkildə olacaqdır inşallah. Bəs müəllimlər bizim qarşımıza fərqli ixtisasdan düşə bilər qarşımıza suallar? Əlbəttə ki, yox, adətən siz özünüz də diqqət edirsə, hərə öz ixtisasına uyğun sual düşür, amma biz təkcə onunla kifayətlənmirik ki, yəni əsasən siz anlaya biləsiniz deyən, məsələn, mən deyirəm ki, ismin adlıq halına, ismin belə deyək də hallarını sayır, adlıq, yəli, yönlü və s. İndi adam var ki, vallahi inanın tam səmimi deyirəm, ismin neçə hal olduğunu heç bilmir. Hə, savadda da öz ixtisasında, amma Azərbaycan dilində ismin neçə hal olduğunu heç bilmir. Ona lazımdır yəli. Hə, öz ixtisasına uyğun nümunə deyəndə o dəqiqə başa düşür. Təbii ki, onunla yanaşı gündəlik sınaq testlərimiz olacaq qarışıq şəkildə. Bəxtiyar müəllim, üzr istəyirəm. Bir xahiş edirəm. Buyur. Bəxtiyar müəllim, üzr istəyirəm. Bəxtiyar müəllim, keçən mən Gülər müəllimənin dərs vəsaitini almışdım. Onun içində dəyişiklik var. Yəni onu oxusam onunla. Kitab Gülər müəllimənin kitabıdır, metodik vəsait olaraq ondan istifadə eləyəcəyik. Yəni kitab dəyişməyibdir. Nazirlik səviyyəsində bu, yəni dəyişiklik olmadı bu ildə. Yəni o kitabla da bu il Allahın izni ilə davam eləyəcək. Kitab odur. Sadəcə test bankımız tam fərqli olacaqdır. Tam yeni formatda belə deyək də əla testlərimiz var. Onda test bankını alacağım, amma dərs vəsaiti yerində qalacaq. Dərs vəsaiti bəli yerində qalıbdır. Müəllim, siz fərdi Buyurun Süsən müəllimə, nəsə deyirdiniz. fərdi dərs keçirsiniz? Fərdi xeyr, fərdi dərs keçmirəm. Aldım müəllim. Həmçinin sonra izaha baxa bilərik də yəqin ki. Bəli, indi yəqin ki sayt sizlə sağollaşandan sonra bu Zoom-un belə deyək, yarım saat vaxt alır, yüklənsin, sonra YouTube kanalımıza yükləyəcəyik və oradan rahatlıqla təşkil edəcəyik. Mən ixtisasımdan düşür, ona görə soruşuram. Necə müəllimə eşitmədim? Kurikulumdan ixtisas fəndim hazırlıqda üst-üstə düşür. Yəni onu dərsdən sonra baxa bilərəm izaha. Əlbəttə ki, bəli, bizim saytımız var özümüzün. İnşallah yeni Bakı Peşəkarlar Akademiyasının saytı yaradılıbdır. Elə o saytın üzərində bu dəqiqə iş gedir. Ola bilər tam dərsdən bir neçə dərsə çatdıra bilməsinlər, amma sayta yüklənəcək. O saytdan sonra 7-24 istədiyiniz dərsə gündə 50 dəfə də baxa bilərsiniz. Testlər və hər bir şey orada olacaq. Bu link hara atılacaq? Bəxtiyar müəllim, Gülər müəllimə nətərdir? Sağ ol Azad müəllim, yaxşıdır. İnşallah növbəti salam deyərsən mənə lazım. Salam deyən sağ olsun, bir yerdə dərsimizdə olacaq. Hə, bu YouTube kanalımıza yüklənəcək. Bizim ödənişsiz WhatsApp qruplarına da linki atılacaqdır. Gülər müəllimə WhatsApp qrupuna atılacaq. Bəli, bütün qruplarımızda. Sizin də var? Bəli, mənim də Gülər müəllim. Bu linki də ata bilər Gülər müəllimə, biz də ora qoşuruq. Bəli, atarıq. Sizin qrupunuz. Çox sağ olun. Sağ olun müəllimlər, gecəniz xeyrə qalsın. Sağ olun, gecəniz xeyrə müəllimə. Sağ olun, təşəkkürlər. Sağ olun, var olun.